Bir daha axşamınız xeyir olsun müəllimlər. Biz genetika bölməsini bitirdik və bugün başlayırıq sizlə seleksiya bölməsinə və seleksiya insanın praktik fəaliyyəti nəticəsində yaranan bir elm sahəsidir və daha cavan elm sahələrindəndir. Çünki deyirik ki, seleksiya insanların heyvanları birləşdirməyə və bitkiləri mədəniləşdirməyə başladığı dövrdən meydana gəlmişdir. Biz də təkamüldə həmişə deyirik ki, bu işlə məşğul olanlar məhz kromanyonlar olmuşdur. Deməli, antropogen dövründən artıq kromanyonlar yaranandan ə, hansı ki, əhilləşdirmə və mədənləşdirmə işlərini başlatdılar. Seleksiya elmi də zamanla yaranmağa başladı. Təbii ki, əvvəlcə elm kimi yox, sonra isə elm formasında da formalaşdı və seleksiyon sözünün də tərcüməsi seçmə deməkdir. Və Rusiyada seleksiya elminin banisi olub Vavilov. Vavilov seleksiyanı adlandırırdı insan iradəsi tərəfindən istiqamətləndirilən təkamül. Təbii ki, təkamül olduğuna görə biz bunun canlıların mürəkkəbləşməsi istiqamətində, yaxşılaşması istiqamətində getdiyini nəzərdə tutduğunu bilirik. Həmçinin də sırf insanın məqsədlərini, onun maraqlarını nəzərə aldığına görə insan iradəsi tərəfindən istiqamətləndirilmişdir deyir. Və seleksiya nəticəsində müxtəlif bitki sortları, heyvan cinsləri və mikroorqanizm ştamları alınır. Burada cins və sort dedikdə insan tərəfindən süni sürətdə yaradılan, oxşar irsi xüsusiyyətlər daşıyan və mühit şəraitinə uyğunlaşma qabiliyyətinə malik olan qruplar, heyvan və bitki orqanizmləri nəzərdə tutulur. Və buradakı cins heç də deməli sistematikanın cinsi ilə eyni nəzərdə tutulmamalıdır. Çünki sistematikada bilirik ki, cinslər növdən daha böyük taksonomik vahiddir. Yəni bu taksonomiyanın cinsi deyil, bunu qarışdırmayaq. Burada cinslər növdən daha aşağı səviyyədə yerləşən və süni şəkildə yaradılan bir vahiddir. Yəni sortla eyni səviyyədədir. Növdən daha kiçikdir və süni sürətdə yaradılmışdır. Mikroorqanizmlərdə isə biz bunu ştam adlandıracağıq və hər hansı bir ərazidə yaradılmış sort və ya cins həmin ərazi üçün daha əlverişli olsa da, digər bir ərazilərdə əlverişsiz olmaya bilər. Deməli ki, onlar iqlim şəraitinə uyğunlaşmaq qabiliyyətinə malikdirlər və müəyyən bir agrotexniki qaydalar, müəyyən bir saxlama şəraiti, müəyyən bir iqlim şəraiti tələb eləyir. Məsələn, dərsliyimizdə də tapşırıqların birində deyilir ki, soruşulur ki, tutaq ki, Ağcabədidə alınmış hər hansı bir bitki sortu və ya heyvan cinsi Gədəbəy ərazisində yetişdirilərsə, eynimi olar nəticəsi? Təbii ki, eyni olmayacaq. Çünki burada iqlim şəraitinin yararlılığı öz əksini göstərəcəkdir. Burada da müxtəlif üzüm sortlarının şəkilləri göstərilir. Bilirik, kişmiş üzüm, ağ şanı, qara şanı, şirvanşah kimi üzüm sortları var. Həmçində müxtəlif it cinslərinin rəsmləri təsvir olunmuşdur və hər biri də növdən, yəni öz vəhşi əcdadından, belə deyək, başlanğıcını götürmüşdür. Və Vavilovun işlərinin uğurlu olması üçün müxtəlif şərtlər vardır. Bu şərtləri də diqqətlə nəzərdən keçirdək. Deməli, başlanğıc bitkilərin, sort və heyvanların cins müxtəlifliyi nəzərə alınmalıdır. Yəni, başlanğıc olaraq biz hibridləşdirmə aparırıqsa, müxtəlif sortlardan və müxtəlif cinslərdən bir-birindən fərqli müxtəlifliyə malik olanlardan istifadə etməliyik ki, seleksiya işi daha uğurlu olsun. Həmçinin irsən keçmənin qanuna uyğunluqları da nəzərə alınmalıdır. Təbii ki, birləşmə zamanı biz aldığımız hibridlər irsi xüsusiyyətlərə, müəyyən irsi xüsusiyyətlərə malikdir və bu əlamətlərin dominant və yaxud da resessiv ötürülməsinin əhəmiyyəti vardır. Arzu olunan əlamətin möhkəmləndirilməsində istifadə olunan süni seçmə formaları, indi biz süni seçmənin formalarından da danışacağıq. Təbii, körtəbii süni seçmə və metodiki seçmə və onların da hər birinin formaları ilə tanış olacağıq. İrsi dəyişkənlik, yəni mutasiyalar da nəzərə alınır seleksiya işi aparılarkən və həmçinin də öyrənilən əlamətin üzə çıxmasında dedik ki, mühitin olduqca böyük əhəmiyyəti vardır.
Və dedi ki, Rusiyada seleksiya elminin əsasını qoyan, yəni banisi Vavilov olmuşdur. Vavilov homoloji sıralar qanununu kəşf etmişdir. O haqqda da danışacağıq. Bitkilərin mənşə mərkəzlərini müəyyənləşdirmişdir. Bu haqqda da bu dərsdə danışacağıq. Həmçinin də 40-dan çox ölkədə ekspedisiyada olmuşdur və bu mənşə mərkəzlərini müəyyənləşdirmişdir və həmin ərazilərdə əksəriyyəti dağlıq ərazilər idi. Yəni Avstraliyadan başqa digər qitələrin hamısında olmuşdu. Hamısında deyəndə təbii ki, indi Antarktidanı nəzərdə tutmayacaq da və böyük bir bitki kolleksiyası toplanmışdı. İndi baxaq süni seçmə nədir? Süni seçmə ümumiyyətlə biz seçmədən danışarkən təbii seçmə var, hansı ki təbiət tərəfindən aparılır və canlılar yaranandan öz təsirini göstərir. Ona görə də biz onun yaranmasını təkamüldə arxeik erasını, ilk canlılar yaranandan onu götürə bilərik. Süni seçmə isə bu insanın iradəsinə tabe olduğu üçün insanın yaranması ilə əlaqəli olaraq yarana bilərdi və ona görə də biz onu antropogen dövrünə aid eləyəcəyik. Həmçinin də təbii seçmə növ üçün əhəmiyyətli olan əlamətləri qoruyur, saxlayır. Süni seçmə isə insan üçün əhəmiyyət daşıyan əlamətlərin qorunub saxlanmasını təmin eləyir. Ona görə də təbii seçmədə daha dözümlü, ətraf mühit amillərinə daha dözümlü növlər əmələ gəlir. Süni seçmə nəticəsində isə əmələ gələn yeni formalar, təbii ki, biz onu növ adlandırmayacağıq. Bayaq dediyimiz kimi cins, sort və yaxud da ştam adlandıra bilərik. Bunlar ətraf mühit amillərinə dözümlülüyü vacib deyil. Çünki insan özünə lazım olan əlaməti seçirsə, demək ki, onun üçün müəyyən bir şəraiti, qayğını, qulluğu göstərəcəkdir. Ona görə də biz təbii şəraitə buraxdıqda heç də süni seçmə nəticəsində yaranan fərd dözümlü olmayacaqdır. Həmçinin bu şəkilləri də nəzərdən keçirdək. Çünki bəzən suallar şəkillər formasında və yaxud da sizdən hər hansı bir adı, məsələn, turman nədir? Biz bilməliyik ki, o göyərçin cinsidir, çempion göyərçin cinsidir, yakobin göyərçin cinsidir, tovuz quşu göyərçini. Bunlar cinslərdir. Təbii ki, yenə dediyim kimi sistematik vahid olaraq növdən daha aşağı sistematik kateqoriyalardır. Lakin onların əcdadı isə vəhşi qaya göyərçini olmuşdur və məsələn belə testlərdə qarşınıza çıxa bilər, belə bir şəkil verər, deyər ki, bu şəkildə neçə növ və neçə cins görürsünüz. Bunlardan yalnız biri növdür. Vəhşi qaya göyərçini təbiətdə mövcud olan növdür. Yerdə qalanlar isə bunlar insan tərəfindən süni sürətdə alınmış cinslərdir. Həmçinin də cır armud növündən seleksiya nəticəsində müxtəlif armud sortları alınmışdır. Klapın sevgilisi, Qafqaz armudu, Duşes armud, Noyabr armudu, bəzi ədəbiyyatlarda Ağusbəylin də adı çəkilir və s. Yəni bu şəkildə deməli testlər qarşınıza çıxa bilər. Ona görə də adlarını, şəkillərə də diqqət yetirin. Və demək, birinci növbədə süni seçmənin ilk mərhələsində əhliləşdirmə, heyvanlarda əhliləşdirmə deyirik, bitkilərdə isə mədəniləşdirmə aparılır və əhliləşdirmə və ya mədəniləşdirmə prosesi zamanı stabilləşdirici seçmənin təsir gücü zəiflədir. Deməli, bəzən belə testlərdə, qrafik testlər qarşınıza çıxa bilər. Məsələn, əhilləşdirmə ilə stabilləşdirici seçmənin asıllıq qrafiki. Stabilləşdirici seçmə nə edir? Azalır təbii ki. Təsir qüvvəsi, stabilləşdirici seçmənin təsir qüvvəsi azalır. Çünki biz əhilləşdirmə apararkən və yaxud mədənləşdirmə apararkən iqlimi dəyişirik, mühiti dəyişirik. Həmin yetişdirəcəyimiz orqanizm üçün tamam fərqli bir, daha uyğun, daha əlverişli bir mühit yaradırıq. Stabilləşdirici seçmə nə idi? Dəyişməyən mühit şəraitində canlıları qoruyub saxlayırdı. Amma biz mühiti dəyişiriksə, deməli burada stabilləşdirici seçmənin təsirini azaltmış oluruq. Əvəzində hərəkət verici seçməyə daha çox yer vermiş oluruq. Və burada yenə də əhilləşdirmə və mədənləşdirmədən sonra seçmə tətbiq olunur və hibridləşdirmə üsulları tətbiq olunur. Hansı ki, bunlar seleksiyanın ən vacib metodlarındandır. Metodlar çoxdur, amma əsasən seçmənin və hibridləşmənin üzərində
dərsliklərimiz dayanır. Süni seçmənin özünün iki forması var. Metodiki seçmə, buna şuurlu seçmə də deyə bilərik və körtəbii seçmə, buna şuursuz seçmə də deyə bilərik. Şuursuz seçmə burada insan qarşısına heç bir məqsəd qoymadan aparılır. Məsələn, daha yaxşı, daha çox yumurta verən toyuqların saxlanılması və yaxud daha çox süd verən inəyin saxlanılması, damazlıq üçün. Bunlar körtəbii seçmədir də, yəni heç bir məqsəd qoyulmadan aparılır. Amma metodiki seçmə isə burada artıq seleksioner və yaxud təsərrüfatçı öz qarşısına bir məqsəd qoyur və şuurlu şəkildə bunu aparır. Hansı məqsəd qoyduğuna uyğun olaraq bu prosesi həyata keçirir. Onun özünün də formaları var. Fərdi seçmə var, kütləvi seçmə var. Fərdi seçmə heyvanlarda və öz-özünə tozlanan bitkilərdə tətbiq olunur. Kütləvi seçmə isə yalnız bitkilərdə tətbiq olunur, özü də çarpaz tozlanan bitkilərdə tətbiq olunur və kütləvi seçmə tətbiq olunan bitkilərdə adətən deyirik ki, belə testlərdə qarşımıza çıxa bilir, mutasiyaların toplanma ehtimalı daha çox olur. Deməli, öz-özünə tozlanan bitkilərdə mutasiyaların üzə çıxma ehtimalı çoxdur. Kütləvi seçmə tətbiq olunan bitkilərdə, yəni çarpaz tozlandırılan bitkilərdə isə mutasiyaların toplanma ehtimalı daha çoxdur. Bu nəyə görə belə olur? Çünki biz bilirik ki, mutasiyaların əksəriyyəti resessivdir və letal olurlar əksəriyyəti, yəni ölümcül olurlar. Yəni resessivdirsə bu yalnız homozigot vəziyyətdə, məsələn kiçik A vəziyyətində üzə çıxa bilir və bu vəziyyətdə letal olduğu üçün təbii seçmə tərəfindən çıxdaş olunur, yəni onlar məhv olurlar. Ona görə də bu mutasiyaların üzə çıxma ehtimalı çox oldu, üzə çıxdı, amma toplana bilmədi. Çünki təbii seçmə onu neynədi? Çıxdaş elədi. Amma heterozigot vəziyyətdə olduqda isə, məsələn bu vəziyyətdə necə yaranır? Onlara kütləvi seçmə tətbiq olunduqda, indi bu barədə də irəlidə danışacağıq. Bu belə olduğu halda gördüyünüz kimi mutant gen özündə, orqanizm özündə daşıyır, lakin həm də dominant genə malik olduğuna görə əlamət üzə çıxa bilmir. Yəni əlamətin üzə çıxma ehtimalı, təzahür etmə ehtimalı azalır. Amma toplanma ehtimalı artır. Çünki biz keçən dəfə populyasiya genetikasından da danışanda nə demişdik? Demişdik ki, heterozigot fərdlər daha yaxşı uyğunlaşma qabiliyyətinə malikdirlər. İtiraf mühitin dəyişkənliklərinə daha dözümlü olurlar. Onların yüksək yaşama effektivliyi, qabiliyyətləri vardır. Ona görə də bax bu halda onlar həm yaxşı uyğunlaşırlar mühitə, həmçində bu mutasiyaları qoyub özlərində saxlayırlar. Yəni bəzən bu tip suallar da qarşımıza çıxa bilər. Və bəzən buna aid yenə də botanika ilə inteqrasiya olunmuş suallar qarşımıza çıxa bilər. Məsələn, tutaq ki, taxıl bitkilərinin adını verir. Sizə deyir ki, bunların hansına fərdi seçmə və yaxud hansına kütləvi seçmə tətbiq olunar, uyğunlaşdırın. Siz bilməlisiniz ki, taxıllardan bir qarğıdalıdır, bir də çovdar bitkisidir. Bunlar çarpaz tozlanırlar. Yerdə qalan taxıl bitkiləri də arpadır, buğdadır, darıdır, vələmirdir. Bunlarda isə öz-özünə tozlanma gedir. Ona görə də fərdi seçməni öz-özünə tozlananlara götürəcəksiniz. Kütləvi seçməni isə, məsələn, çovdarın deyir, köhnə dərsliklərdə yazırdı. Çovdarın viatka sortu məhz kütləvi seçmə nəticəsində alınmışdır. Çünki onun uzun erkəkçik sapı var və bu küləklə çarpaz tozlanmanı təmin edən bir uyğunlaşmadır. Yəni bu şəkildə botanika ilə inteqrasiya olunmuş suallar qarşımıza çıxa bilər. Seleksiyanın botanika ilə inteqrasiyasını bilmək üçün bitkilərin tozlanma üsullarını da bilmək lazımdır ki, bu sualları düzgün cavablandıra bilək. Və dedik ki, metodiki seçmə bir istiqamətli xarakter daşıdığına görə bəzən ola bilər ki, nəzərə çarpan hər hansı bir mutasiyalar nəticəsində, bunu da biz yadımızdadsa dəyişkənliyi keçəndə keçmişdik, mutasiya dəyişkənliyindən danışarkən dedik ki, bəzən mutasiya dəyişkənlikləri yeni bitki sortlarının və heyvan cinslərinin yaranmasına səbəb olur. Hansılar idi? Yadınızda qalıbdı da, yəqin ki, müəllimlər. Hansı bitki sortu yaranmışdı mutasiya nəticəsində? Deyə bilərəm ki, xanım, istəyirsiniz Buyurun. deyim.
Buyurun, Demə buyurun müəllim. orada bütöv yarpaqlı çiyələk idi. Bəli. Bir də Bəli, ki, heyvanlardan da məsələn taksa it cinsi idi, qısa ayaqlı ankon qoyun cinsi idi və bunlar bəli, alınmışdı. bəli, doğrudur. Çox sağ olun Aysel müəllimə. Doğrudur. Buyurun. Deməli, mutasiya nəticəsində bu cür təsadüf nəticəsində hər hansı bir əlamət ki yaranır, Aysel müəllimənin də dediyi kimi qısa ayaqlı it cinsi taksa, qısa ayaqlı qoyun cinsi ankon və yaxud bütöv yarpaqlı çiyələk sortu olan yumurtavari yarpağa malik olan çiyələk məhz mutasiya nəticəsində yaranmışdır. Sonradan bu əlamət insanın xoşuna gəlmişdi və onu belə deyək də artırmışdı və bu cür cinslər yaranmışdı. Deməli, bir də testlərdə qarşınıza Rusiya, Orlov, Löhrəm atının alınması ilə bağlı suallar qarşınıza çıxa bilər. Burada bəzi parametrlər bu dərsin içində əzbərcidir. Bəzi parametrləri isə belə deyək də hansı ki məsələ həlli, indi dərsin sonunda məsələ həllərinə də baxacağıq. Seçdiyim bir neçə məsələnin izahını birlikdə verəcəyik. Yəni görürük ki, həm məntiqə dayanan bir mövzudur, həmçinin də bir qədər əzbərə dayanan mövzudur. Məsələn, bu Arlov-Löhrəm atının alınmasını başqa çarə yoxdur, əzbərləməliyik. Necə alıblar Orlov-Löhrəm atını? Hə, bir də müəllimlər, onu da deyim yadımdaykən, sonra olar ki, huşbaş adamam çıxar gedər. Məsələn, 6-cı sinif dərsliyində Qarabağ atının və Qazax Diliboz atlarının adı keçir. Bəzən səhv eləmirəmsə 20 sınaq vəsaitində məsələn Diliboz nədir? Belə bir sual var. Yəni bilin ki, o da 6-cı sinif dərsliyindən götürmüşdür. Bunlar at cinsləridir. Atların da vəhşi əcdadları Prjevalski atları və ya tarxanlar olmuşdur. Bu da yenə 6-cı sinifin cümləsidir. Vəhşi turlar qaramalın, müasir qaramal cinslərinin əcdadıdır. Müasir atların əcdadı isə Prjevalski atları və tarxanlar olmuşdur. Yəni bunlar 6-cı sinifdə var. Ona görə də yəni varsa, deməli sual kimi qarşınıza çıxmaq ehtimalı da var. Bunu da yadınıza saldım. Hə, gələk Orlov-Löhrəm atına. Deməli necə alıblar bunu? Ərəb minik atının ayğırını götürüblər. Ayğır erkək ata deyilir. İndi qarışdırmamaq üçün mən sizə öz metodumu deyəcəm. Yəni mən əzbərləmək üçün bundan istifadə edirəm. Sizin də öz metodlarınız olar, nə gözəl. Olmazsa elə bundan istifadə edib yadınızda saxlaya bilirsiniz. Yəni mən hansının erkək, hansının dişi olduğunu yadıma saxlamaq üçün həmişə yadıma salıram ki, bu 7-ci əsrdə ərəblər ki, İslamı yaymaq üçün necə döyüşlərə gedirdilər və o dini yaymaq üçün də belə deyək. Ona görə də orada daha çox da o döyüşlərdə kimlər iştirak eləyirdi? Təbii ki, kişilər iştirak eləyirdi də. Ona görə də ərəb minik atını, bunlar ərəblərə görə belə yadımda saxlamışam, bunun erkəyindən istifadə edirdilər. Qoy lap istəyirsiniz buradan yazaq. Aha, yazaq. Ərəb mini. Özü döyüşə daha yük atı ilə gedəsi deyirlər ki, düzdür müəllimlər? Döyüşə nə ilə gedəcəklər? Minik atı ilə. Aha. Və kim gedir döyüşə? Kişilər. Deməli, ərəb minik atının ayğırı. Ayğır da erkək atı deyirlər. Danimarka yük atının isə, deməli bu minikdirsə, Danimarkanın da yükü olacaq. Baxın, biz dedik, başlanğıc formalar nə qədər? Danimarka. Hə, demişdik ki, başlanğıc formalar nə qədər fərqlidirsə, seleksiyanın nəticəsi də bir o qədər uğurlu olacaq. Deməli, burada da yük atından istifadə edirik. O minikdirsə, bu da yükdür. Və o dişi erkəkdirsə, bunun da nəyindən istifadə edəcəyik? Dişisindən istifadə edəcəyik. Bunları çarpazlaşdırdılar və nəticədə bir hibrid alırlar. Müəllimə üzr istəyirəm. Bir şey soruşmaq olar. Buyurun. Müəllimə, bunu harda yazırsınız belə PDF-i? Zoom-dan nətər eləmisiniz? Mən də eləmək istəyirəm. Bunu mən ağ PDF yükləmişəm. Həmin o ağ Hə, PDF-in üzərində yazıram. Dərsdən sonra şəxsi də yazarsınız, göndərərəm sizə PDF-i, narahat olmayın. hə, yaxşı. Bir də müəllimə, bu Zoom-u məsələn 40 dəqiqədən sonra atır özü, Hə, bağlanır. onu Yəni pullu nətər versiyanı, eləmək olar? pullu versiyanı yüklüyorsunuz, daha atmır. Hər Hə, şey pulun yaxşı, müəllimə. başındadır. Hə, çox sağ olun. Siz sağ olun.
Hə, deməli ərəb minik atının ayğırı ilə Danimarka yük atının madyanını, madyanda dişi atı deyirlər. Hibridlə çarpazlaşdırdılar və nəticədə aldılar hibrid. Həmin bu hibridi, indi deyəcəm bunu da erkəyin dişisi necə yadımda saxlayıram. Deməli, Hollandiya atının dişisi ilə. Hollandiya atının xəttimdən də heç olmaz. Dişisi ilə. Deməli, bu dişidirsə, hibrid nədir? Hibridin erkəyindən istifadə edəcəklər. Hollandiyada müəllimlər, belə güllər, çiçəklər ölkəsidir də, düzdür? Güllərin hamısını hardan gətirirlər? Hollandiyadan gətirirlər. Ona o gülləri də biz kimə bənzədirik? Qadınları da kişilərə gül veririk? Yox. Kişiləri gülə bənzədirik? Yox. Ona görə də dişi fərdi Hollandiya götürürsüz, hibridi də erkək götürürsüz və artıq F2 nəslində alırsınız. Alırsınız deyəndə ki, alan alıb da biz öyrənirik. Orlov, Löhrəm atını. Deməli, burada 2 dəfə hibridləşmə aparıldı. Birinci dəfə ərəb minik atının erkəyi ilə Danimarka yük atının dişisi çarpazlaşdırıldı. F1 nəslində alınan hibrid, erkək hibrid, Hollandiya Löhrəm atının dişisi ilə çarpazlaşdırıldı və nəticədə artıq F2 nəslində ikinci hibridləşmədən sonra istədikləri nəticəni aldılar. Orlov Löhrəm atını əldə etmiş oldular. Hə, indi bir də gəlin yenə əzbərçi parametrlərdən birinə baxaq. Yəni bunu da yadımda saxlamaq üçün yenə mən öz üsullarımı deyərəm, amma siz necə istəyirsiniz, yenə də yadınızda saxlayarsınız. Bu İmam Mustafayev da Sovet dövründən məşhurdur da, bilirik ki, o buğda sortları ilə məşğul olub. Cəlal Əliyev də məşhurdur, onu da hamınız tanıyırsınız. Ulu öndərimiz Heydər Əliyevin qardaşı və o da yenə də buğda sortları ilə məşğul olurdu. Ona görə indi gəlin, bunlar yəqin ki, yadınızda qalacaq. Baxaq Quliyevə. Quliyevi bax başı hərfi, Q hərfi ilə qarğıdalını yadınıza sala bilərsiniz. Amma qarğıdalı tək deyil. Qarğıdalının yanında bir yonca var, bir də pambıq var. Deməli, Quliyev, qarğıdalı, yonca, pambıq. Yəqin bu da yadınızdan daha çıxmaz. Ağabəyli. Ağabəylini də belə yadımda saxlamışam. Ağabəyli Qafqaz camış cinsini alıb. O vaxtı ağaların, bəylərin belə çoxlu camış sürüləri olur. Camışa sürü deyirlər, müəllimlər. Sürüləri olur da, sürü deyərlər də hər halda. Ağaların, bəylərin belə camış sürüləri olurdu. Deməli, ağabəyli də camış cinsi alıb. Hansı cinsi alıb? Qafqaz camış cinsini. Bu da yəqin yadınızda qalar. Daha unutmazsınız. Mənim sözüm yadınıza düşəcək. Məlikov, Sadıxov, Smaragdov. Baxın, 3 nəfərin adıdır. 3 nəfərin adıdır. SMS, SMS, Sadıqov, Smaragdov, Məlikov. Bu aldıqları qoyun cinsi də 3 adla, baxın, Azərbaycan dağ merinosu. 3 sözdən ibarətdir. Deməli, SMS-i, Məlikov, Sadıqov, Smaragdovu yadınıza salırsınız və burada da 3 sözdür. Azərbaycan dağ merinosunu alıblar. Merinos zərif yunlu qoyun cinsidir. Və gəlir burada Hüseynov Mustafazadə İpək qurdunu alıbdır. İpək qurdunun seleksiyası ilə İpək qurdunu alıbdır. Nədir? Seleksiyası ilə məşğul olubdur və İpək qurdu cinsləri alıb. Amma məsəl üçün İpək qurduya ilk dəfə heyvanlara poliploidi tətbiq eləyən isə Astaurov olubdur. O da qarşıda indi çıxacaq. Bir də qarşıda qabağımıza çıxacaq. Qoy elə indidən deyim, Abdullayev. Bu qeyd edeyim laqqa. İlyas Abdullayev. Nə ilə məşğul olub müəllimlər? Tut bitkisinin poliploid formasına. Tutun poliploid formalarını almışdır. Bu da dərslikdə var deyə ona görə də qeyd elədim. Bura 7-ci olaraq qeyd elədim. Bir də burada şəkillər verib, Ağşanı, Qaraşanı, Qızıl üzüm, Çəhrayı kişmiş və bir də Şirvanşah. Birdən sizdən soruşar ki, Şirvanşah nədir? Yəni burada adı var. Dünyada heç bir sortla deyir, müqayisə oluna bilməz. Yəni o da üzüm sortudur, biləsiz. Gələk daha bir əzbərçi parametrlərə. Yəqin ki, biz əzbərləməkdən, amma məcburuq.
Deməli, biz dedik ki, Vavilovun seleksiya sahəsində bir çox işləri var. Danışacağıq qarşıda qanunundan, homoloji sıralar qanunundan, amma indi mənşə mərkəzləri ilə tanış olaq. Bu mənşə mərkəzlərinin həm Vavilovun özünün belə deyək də müəyyənləşdirdiyi 7 mənşə mərkəzi ilə yanaşı, həm də müasir mənşə mərkəzləri var. Ola bilər ki, bəzi testlərdə qarşınıza Vavilovun mənşə mərkəzləri və yaxud bəzi testlərdə qarşınıza müasir tədqiqatlara əsasən mənşə mərkəzləri deyə suallar çıxa bilər. Ona görə onların o cümləyə də fikir verin test tapşırıqlarını həyata keçirdəndə. İndi gəlin baxaq. Əvvəlcə Vavilovun mənşə mərkəzlərinə baxaq. Dedik ki, Vavilov bir sıra ölkələrdə, 40-dan artıq ölkədə ekspedisiyada olmuşdu və 400-dən çox bitki kolleksiyası toplamışdı. 1600-ə yaxın deyir bitki növünü tədqiq eləmişdi. Və Avstraliyadan başqa bütün qitələrdə olmuşdu və olduğu qitələrin o mənşə mərkəzlərinin də belə deyək də hamısı dağlıq ərazilər idi. Və mənşə mərkəzi deyəndə həmin bitkinin mədəni yox, məhz yabanı növünün bitdiyi ərazi nəzərdə tutulur. Yəni bu yabanı olaraq ilk burada bitib, sonradan isə dünyanın digər ölkələrinə yayılmışdır. Və Vavilovun mənşə mərkəzlərini bilmək üçün bir də gəlin bəzi coğrafi suallar, coğrafiya ilə inteqrasiya olunmuş suallar da düşə bilər. Ona görə bu xəritənin üzərindən əvvəlcə baxaq. Deməli, ekvator xəttini kəsən mənşə mərkəzləri hansılardır deyə sual düşsə, cənubi sözü olanları götürəcəksiniz. CA-larda belə deyək. Bunlar hansılardır? Cənubi Asiya tropik mərkəzi, bir də Cənubi Amerika mərkəzi. Və bir də mərkəzdən keçən meridian, Greenwich meridianı, onu kəsən hansıdır? Və yaxud da həm şərq, həm qərb yarımkürəsində yerləşən hansıdır deyərsə, o zaman da Aralıq dənizi mərkəzini götürəcəksiniz. Yəni ekvatoru kəsən deyərsə CA-ları, Cənubi Amerika Cənubi Amerika və Cənubi Asiya tropik mərkəzlərini götürəcəksiniz. Amma həm şərq, həm də qərb yarımkürəsində yerləşən və yaxud Greenwich meridianını kəsən deyirsə, o zaman Aralıq dənizi mərkəzini götürəcəksiniz. Və yaxud da sual verə bilər, neçəsi Asiya qitəsi ilə bağlıdır, neçəsi yalnız Asiya qitəsi ilə bağlıdır kimi suallar da düşə bilər. Ona görə gəlin baxaq. Deməli, bax burada 1 rəqəmi ilə göstərilən Şərqi Asiya mərkəzidir və 2 rəqəmi ilə göstərilən Cənubi Asiya mərkəzidir. Cənubi Asiya tropik mərkəzi də deyilir buna. Bir də 4 rəqəmi ilə göstərilən Cənub-Qərbi Asiya mərkəzidir. Və bu 3 mərkəz yalnız Asiya qitəsi ilə əlaqəli olan mərkəzlərdir Vavilova görə. Yox, əgər deyərsə ki, müasir tədqiqatlara əsasən Asiya qitəsi ilə bağlı olan, yəni artıq burada yalnız Asiya ilə bağlı olanımız olmayacaq. Qoyun da digərlərini də deyək, ondan sonra bunlara da gələrik. Məsələn, 5 rəqəmi ilə göstərilən mərkəz bu Həbəşistan mərkəzidir. Həbəşistan mərkəzi həm Afrika, həm də Asiya qitəsi ilə əlaqəlidir. Yəni yalnız Asiya deməzsə, Asiya qitəsi ilə əlaqəli olan deyərsə, siz Həbəşistan mərkəzində götürə bilərsiniz. Həmçinin 7 rəqəmi ilə göstərilən Aralıq dənizi mərkəzi 3 qitə ilə əlaqəlidir. Həm Avropa, həm Asiya, həm də Afrika qitəsi ilə əlaqəlidir. Ona görə də yenə yalnız sözü olmazsa, Asiya qitəsi ilə əlaqəli mərkəzlər neçədir deyərsə, o zaman 5 götürə bilərsiniz. Yəni Həbəşistanla Aralıq dənizində bu siyahıya əlavə eləyə bilərsiniz. Yox, ancaq sualda yalnız Asiya qitəsi ilə əlaqəli olan neçə mərkəz var deyərsə Vavilova görə, onda siz 3 mərkəzin adını çəkəcəksiniz. Bunlar hansılar oldu? Cənubi Asiya, Cənub-Qərbi Asiya və Şərqi Asiya mərkəzlərini götürəcəksiniz. Və bir də Amerika qitəsi ilə əlaqəli olan Vavilova görə mərkəzlər, bunlar da Cənubi Asiya mərkəzi, bir də Cənubi Amerika mərkəzi, bir də Mərkəzi Amerika mərkəzləridir. Bu 2 mərkəz yalnız Amerika qitəsi ilə əlaqəlidir. Deməli, bizim 5 mərkəzimiz Asiya qitəsi ilə əlaqəli oldu. 3 mərkəzimiz yalnız Asiya qitəsi ilə əlaqəli oldu. 2 mərkəz yalnız Amerika qitəsi ilə əlaqəli oldu.
Afrika ilə əlaqəli olan iki mərkəzimiz oldu. Hansı mərkəzlər oldu? Biri Aralıq dənizi, o biri isə Həbəşistan mərkəzi oldu. Amma onlar yalnız Afrika deyil də, yəni Avropanı da biz Asiyanın içərisində götürdük, Asiyanı da götürdük. Həmçində Həbəşistanda Asiya ilə yanaşı Afrikanı da götürdük. Yox, əgər müasir tədqiqatlara görə deyərsə, o zaman məsələn bir sayı artır. Məsələn biz dedik ki, Amerika qitəsi ilə əlaqəli olan iki mərkəz var, düzdürmü? Mərkəzi Amerika, bir də Cənubi Amerika mərkəzi. Amma indi müasir tədqiqatlara görə bir də Şimali Amerika mərkəzi də bura əlavə olunub. Deməli, Vavilova görə 2 idisə, siz Vavilova görəni əzbər bilin. Müasir tədqiqat deyəndə bir dənənin üstünə əlavə eləyərsiniz. Yəni Şimali Amerika müasir tədqiqatlara görə onun üzərinə gələcəkdir. Və yaxud Afrika ilə əlaqəli mərkəzlər deyəndə siz bayaq 2 mərkəz götürdünüz. Həbəşistanı dediniz, bir də Aralıq dənizini dediniz. Amma indi müasir tədqiqatlara görə Afrika ilə əlaqəli, Afrika qitəsi ilə əlaqəli neçə mərkəz var deyərsə, o zaman yenə də siz bir dənəni əlavə eləyərsiniz üzərinə. Çünki Afrika mərkəzi ayrıca bir mərkəz kimi müasir tədqiqatlara görə ora əlavə olunmuşdur. Və yaxud da sonra necə Avropa ilə əlaqəli mərkəzləri soruşduqda, məsələn biz Avropa ilə əlaqəli Aralıq dənizini dedik, amma bir də müasir tədqiqatlara görə Avropa Sibir mərkəzi. Bu mərkəzi də bura əlavə eləyiblər. Yəni yenə 1 idi, oldu 2. Bu şəkildə say hər dəfə bir vahid artacaq. Avstraliyada heç ümumiyyətlə gedib çıxmamışdı, ekspedisiyada olmamışdı, onu mərkəzi kimi götürməmişdi Vavilov, amma müasir tədqiqatlara görə bu mərkəzdə deməli göstərilmişdir. Bax bu hissədə. Yəni bu oldu xəritə ilə bağlı. Xəritədə təxmin eləməyə yerlərini çalışın. Bu tip suallar qarşınıza çıxarsa bunları cavablandıra biləcəksiniz, ümid eləyirəm. Və bir də yenə də əzbərçi parametrlər bu həmin mərkəzlərə aid olan bitki nümunələridir və bir də bunların faizləridir. Birinci yerdə ən böyük mərkəz Cənubi Asiya tropik mərkəzidir və gördüyünüz kimi 33%. Daha çox bitkilərin növ müxtəlifliyini biz Cənubi Asiya tropik mərkəzində görürük. Və Cənubi Asiya tropik mərkəzinə aid olan bitkilər də burada verilib. Yenə də mən öz üsulumu deyim, necə yadımda saxlamışam. Siz də necə istəyirsiniz, elə də yadınızda saxlayarsınız. Cənubi Asiya tropik mərkəzi Hindistanın daxil olduğu mərkəzdir. Hindistanlılar da günün altında qalmaqdan qaralıblar. Hindistanlılar qaradır, badımcan da qaradır. Badımcanı buradan yadımda saxlamışam. Bu badımcanla xiyarı da bir-birinə bənzədirəm. İkisi bir-birinə oxşuyur. Ona görə badımcan varsa xiyar da oradadır. Və siz düyünün vətənidir də Hindistan. Oradan gətirilir düyü. Hardan gəlir? Çox vaxtı Hindistandan gəlir. Hindistan düyüsü adla məşhurdur. Bunu da unutmaq olmaz. Və yaxud da elə Hind kinolarında da görürsünüz də ortalıqda o plovu ortadan hamısı bir qaşıqlayırlar. Onu da yadınıza sala bilərsiniz və isti ölkələr olduğuna görə həzm zəif gedir orada. Həzm zəif gedirsə, mütləq ki, qidalarında limonu istifadə eləyəcəklər. Limon şirəsi sıxanda qidalar daha yaxşı həzmə uğrayır. Ona görə də limonu da buradan yadımda saxlamışam. Deməli, Cənubi Asiya tropik mərkəzi 33% ən çox müxtəlifliyə malik olan mərkəzdir. Hindistanın aid olduğu mərkəzdir. Hindistanlılar qaradır, badımcan da qaradır. Xiyar da badımcana oxşuyur. Onu da oradan yadımda saxlamışam. Düyünü də aday Hindistan düyüsü adla məşhurdur və isti yerdə həzmi təmin eləmək üçün limondan mütləq qidalarında istifadə eləyəcəklər. Bu yəqin ki, daha yadınızdan çıxmaz. İkinci yerdə 20% müxtəlifliklə Şərqi Asiya mərkəzidir və Şərqi Asiya mərkəzinə aid olan bitkilər də burada təsvir olunmuşdur və fikir versəz görəcəksiniz ki, burada meyvə-tərəvəzlərdir, almadır, gavalıdır, turpdur, bir də çaydır.
bu Şərqi Asiyanı da meyvə tərəvəzlərin belə məskəni kimi yadınızda saxlaya bilərsiniz. Alma, turp, gavalı, çay. Və turpun adını biz iki yerdə görəcəyik. Turpu bir də Aralıq dənizində görəcəyik. Baxın, burada da var. Aralıq dənizində. Bu ağ turpdur. Bu qırmızı turpdur. Bunu rənglərlə də yadınızda saxlaya bilərsiniz. Baxın, alma da qırmızı, gavalı da qırmızı, turp da qırmızı. Bir də çay yaşıldır da. Çay da daymalanda nə deyirik, hə? Xoruz quyruğu deyirik də, düzdür? Bəli, Xoruz quyruğu. mən elə yadımda saxlayıram. Xoruz quyruğu çay. Qırmızılar, O da qırmızıdır. Hə, Aysel qırmızı. müəllimə. Bəli. Qırmızılar. Demək, qırmızılar harda oldu müəllimlər? Şərqi Asiyada qırmızı meyvə tərəvəzlər yeyirik, içirik, üstündən də çay içirik. Belə yadınızda saxlaya bilərsiniz. İndi baxaq üçüncü yerdə. Üçüncü yerdə 14% müxtəlifliklə Cənub-Qərbi Asiyadır və bunu da yadımızda saxlayacağıq Azərbaycanın yerləşdiyi mərkəz kimi. Və burada bax bu bölmədə şəkillərini görürük. Baxın, bizim gerbimizin, Azərbaycan gerbinin üzərində buğda varmı? Bərəkətlilik rəmzi olan var. Buğdanı buradan yadınızda saxlaya bilərsiniz. Və biz bayrağımızın rənglərini yadımıza saxlasaq, üç rəngli bayrağımız var. Üç rəngli üzüm, bayraq, buğda, bayraq sözündə bir də bayraq, y. Y-nı da buradan yadınızda saxlayın da bayraq sözündəki y hərfi ilə. Yemiş və yer kökü. Bax, buradan yadınızda saxlaya bilərsiniz. Buğda, üzüm, yemiş, yer kökü. Bu Azərbaycanın aid olduğu mərkəzə, yəni Cənub-Qərbi Asiya mərkəzinə 14% müxtəlifliklə aiddir. Sonra gəlir dördüncü yerdə 11% müxtəlifliklə Aralıq dənizi mərkəzi. Dedik ki, Aralıq dənizi mərkəzi 3 qitə ilə əlaqəlidir. Avropa, Asiya və Afrika və həm şərq, həm də qərb yarımkürəsində yerləşən mərkəzdir və Türkiyənin yerləşdiyi mərkəzdir. Və burada da borşun inqrediyentləridir də, belə deyək. Borşa nə qatırlar? Mütləq kələm qatırlar və mütləq çuğundur qatırlar. Kələmlə çuğunduru buradan yadınızda saxlayın və soğanı da, borşa soğan da vururuq da, soğan eləməmiş olarmı heç? Soğanı da buradan yadınızda, borşuna yadınızda saxlayın və müəllimlər, lövhəni siz yazanda sonra mən silə bilmirəm, zəhmət olmasa, hə. Özüm yazanda silə bilirəm, siz yazanda silə bilmirəm. Ona görə siz silin, zəhmət olmasa. Demək, kələm, soğan, çuğundur. Bu oldu borşun inqrediyentləri. Həmçinin də Türkiyədə bilirik, zeytun yağları hardan gəlir üzə? Türkiyədən gəlir. Zeytunu da buradan yadınızda saxlaya bilərsiniz. Və bir də bura əlavə eləyəcəyik paxlalı bitkilərdən noxud və xaç çiçəklər fəsiləsinə aid olan turp. Bunu da bayaqların qırmızı turpu harda gördük? Şərqi Asiyada. Ağ turpu harda görürük? Aralıq dənizində. Demək, bunu da buradan yadınızda saxlayırsınız. Nələr oldu? Kələm, çuğundur, soğan. Zeytun, turp və noxudu da bura əlavə eləyirik. Paxlalı bitkilər yenə də ola bilər botanika ilə inteqrasiya olunmuş suallar qabağa çıxsın. Məsələn, paxlalılar fəsiləsinə aid olan bitkiləri hansı mənşə mərkəzlərində görürük? Aralıq dənizində götürə bilərsiniz. Həmçinin də Mərkəzi Amerikadan indi danışacağıq. Orada da yer fındığını görürük. Və yaxud sualı belə qoya bilər. Paxlalılar fəsiləsinin paxla meyvəsi, tacıqları odunlaşmış olan bitki hansı mərkəzə aiddir? Bilirik ki, yer fındığının tacıqları odunlaşmışdır, özü yer altında olur. Bilmirəm, görmüsünüz, görməmisiniz, çox maraqlı meyvəsidir, belə dartıb çıxardırıq, ot bitkisidir. Torpaqdan çıxanda torpağın altında lobiyalar da, amma lobiyalara oxşuyur da, amma daşlaşmış, odunlaşmış və o yer fındığı, yəni aid eləyəcək Mərkəzi Amerikaya. Gəlin elə 5-ci yerdə yerləşən Mərkəzi Amerikadan danışaq. O zaman onun 10% mərkəz, 10% müxtəlifliklə Aysel müəllimə zəhmət olmasa ekranı yazmayın. Aysel İsmayılov. Və bura aid olacaq. Mərkəzi Amerikaya aid olan bitkilər. Mənim keçən il bir müdavimim var idi. Çox da gözəl xanım idi. Maşallah, yüksək nəticəsi də oldu. O belə deyirdi də, Mərkəzi Amerikaya deyirdi ki, oliqarxların vətənidir.
Oliqarxlar da hər şeyi nə üçün eləyər? Belə keyf üçün eləyər də. Yəni burada əyləncəli bir şeyləri götürürük. Məsələn, burada götürürdü, deməli, mən niyə buranı göstərirəm? Mərkəzi Amerika budur. Buranı göstərim. Hə, deyirdi ki, oliqarxların vətənidir və orada belə hər şey əyləncəlidir. Məsələn, Qarğıdalıdan popkorn istehsal olunur, bu əyləncə üçündür. Və yaxud da tütün hər halda ki, bir xeyirli bir şey deyil də, onu kim çəkir? Elə belə əyləncə üçün çəkir. Tütünü də bura götürürdü. Kakao həmçinin deyirdi ki, oliqarxların səhər yeməyidir də, o belə deyirdi. Yəni mənim də xoşuma gəlmişdi, mən də belə yadımda saxladım. Kakaonu da oradan götürürdü və balqabaq da Halloween bayramında yenə də bu da əyləncə məclisidir və orada balqabaqların belə bəzəyərək istifadə eləyirdilər. Deməli, qarğıdalı, balqabaq, tütün və kakaonu da aid eləyəcəyik Mərkəzi Amerika 10% müxtəliflik mərkəzi ilə. Və 6-cı yerdə yerləşir 8% müxtəlifliklə Cənubi Asiya mərkəzi. Cənubi Asiyaya aid olan mərkəzdə burada bitkiləri göstərilir. Mən onu belə deyirəm. KKAA. Və yaxud Kaka sözü belə yadınızda saxlaya bilərsiniz. Məşhur futbolçu idi də Kaka. Bilmirəm, futboldan çox da başım çıxmır. Mən biləm futbolçu idi Kaka. Kartof, ananas, kinə ağacı, araxis. Araxis yəni rus dilindədir. O kakaya görə belə yadımda saxlamışdım. Araxis də yer fındığıdır. Yəni bu şəkildə kartofu həm də biz ikinci çörək adlandırırıq. Yenə dərsliyimizdə burada Çili və Perunun dağ ərazilərində bitdiyi göstərilir. Həmçinin bir çox ədəbiyyatlarda onu And mərkəzi də adlandırırlar. Çünki And silsilə sıra dağlarının yerləşdiyi ərazidir. Yəni ona görə bu şəkildə də qarşımıza çıxa bilər Cənubi Amerika mərkəzi, And mərkəzi. Və kartofda ikinci çörək adlandırılan bu bitki də badımcan çiçəklər fəsiləsinə aiddir. Və ən sonuncu yerdə ən az faizlə müxtəliflik mərkəzi Həbəşistan mərkəzidir. Həbəşistan mərkəzini də belə Həbəşistan bu Həbəşlər qara millətdilər də, qara rəngli ərəblərə Həbəşlər deyirlər. Mən elə bilirəm, tarix, coğrafiya savadım o qədər də belə yüksək səviyyəli deyil. Yəni mən elə bilirəm ki, Həbəşlər o qara ərəblərə deyirlər və onlar onda qəhvə, burada qara qəhvəni kakao ilə qarışdırmayın. Kakao oliqarxların səhər yeməyidir. Onu Mərkəzi Amerikaya götürün. Qəhvə isə Həbəşistandır. Həbəşistana götürəcəksiniz qara qəhvəni. Həmçinin də bizə Afrikadan nə gəlir? Banan gəlir. Qarpız da həmçinin ora aiddir. Bir də dənlik sarğunu, yəni taxıl bitkisi olan dənlik sarğunu ora götürəcəksiniz. Deməli, taxıl bitkilərindən buğdanı Cənub-Qərbi Asiyaya, Azərbaycanın aid olduğu mərkəzə, dənlik sarğunu isə götürəcəksiniz ən az müxtəliflik faizli olan Həbəşistan mərkəzinə. Bu da oldu mərkəzlərimiz və dedik ki, bir bitkinin yalnız bir mənşə mərkəzi olar, o cümləsi o qədər də düzgün deyil. Ola bilər ki, bir bitkinin bir neçə mənşə mərkəzi ola bilsin. Çünki müxtəlif ərazilərdə, müxtəlif coğrafi zonalarda iqlim şəraiti oxşar ola bilər. Və bu mərkəzlər müxtəlif okeanlarla, dağlarla təcrid olunduğuna görə hər birinin özünə məxsus florası vardır. Və bitkilərin də bir qismi bizim eramızdan əvvəl mədəniləşdirilmişdir. Məsələn, 6-cı sinif dərsliyində yazır ki, ən qədim bitki, mədəniləşdirilmiş bitki buğda hesab olunur. Çünki deyir, Firon ehramlarında o fironların tabutlarının içərisindən buğda dənələri belə tapılmışdır. Həmçinin də yenə 6-cı sinif dərsliyində yenə dərman bitkilərindən danışanda bəzi dərman bitkilərinin mədəni olduğunu da qeyd eləyir. Zəfərandır, balqabaqdır, nanədir, bir də gülünbahardır. Bunlar mədəni dərman bitkiləridir. Yerdə qalanlarını isə yabanı kimi götürəcəksiniz. Yəni bu da 6-cı sinif dərsliyində var deyə ona görə də yadınıza saldım. Ola bilər ki, qarşınıza test olaraq çıxar. Və indi gələk Vavilovun homoloji sıralar qanunundan danışaq. Vavilovun işlərindən biri də budur. İrsi dəyişkənliyin homoloji sıralar qanununu yaratmışdır. Qanun belə ifadə olunur sözlə.
genetik cəhətdən yaxın olan növ və cinslər oxşar irsi dəyişkənliklərlə müəyyənləşdirilir. Yəni hər hansı bir mənşə cəhətdən yaxın olan bitkidə, çünki ona görə bitki deyirəm ki, ilk dəfə bunu bitkilərdə tətbiq eləmişdi Vavilov, özü də taxıl bitkilərində. Məsələn, müəyyən eləmişdi ki, buğdada üzə çıxan hər hansı bir irsi dəyişkənlik onunla eyni fəsilədən olan buğdada da, çovdarda da, darıda da üzə çıxma ehtimalı yüksəkdir. Yəni dəyişkən homoloji sıralar qanunu məhz bu fikri özündə əsaslandırır. Genetik cəhətdən yaxın olan növ və ya cinslər oxşar irsi dəyişkənliklər sırası ilə səciyyələnir. Düzdür, bunu ilk dəfə taxıl bitkilərində tətbiq elədi, bu qanunu aldı, amma sonradan sübut elədi ki, bu elə heyvanlarda da bu qanun özünü doğruldur. Bəs bu qanunun əhəmiyyəti nədir? Qanunun əhəmiyyəti ondan ibarətdir ki, hər hansı bir dərman preparatları insan üzərində yox, əvvəlcə ona mənşə cəhətdən daha yaxın olan digər məməlilərin üzərində, məsələn, siçovulların üzərində təcrübədən, sınaqdan çıxarıla bilər və ondan sonra artıq insana tətbiq eləyirlər. Yəni, bu da praktik əhəmiyyətidir homoloji sıralar qanununun. İndi gəlin bir də baxaq, seleksiyanın metodlarından danışaq. Bayaq bir qədər toxunduq bu metodlara, amma indi daha dəqiq danışacağıq. Demək dedik ki, seleksiyanın əsas metodlar təbii ki çoxdur, amma əsas metodları seçmə və hibridləşdirmədir. Bir də burada eksteryer sözü var, ona görə eksteryer sözünü də deyək nədir? Eksteryer heyvanların xarici bədən quruluşu, bədən hissələrinin nisbəti, zahiri əlamətlərinin cəmidir. Yəni biz heyvanları xarici xüsusiyyətlərinə görə təsvir eləyiriksə, bu onun eksteryer əlamətləridir. Və dedik ki, seçmə apararkən başlanğıc formalar nə qədər müxtəlif olsa, bir o qədər seleksiya işi uğurlu alınacaqdır. Hibridləşmə, biz genetikanı artıq bitirmişik. Bilirsiniz hibridləşmə nədir? Demişdik ki, ilk dəfə yadımıza salaq müəllimlər, hibridləşməni ilk dəfə kim tətbiq eləyib? Eləyirdi. İlk dəfə kim elmə gətirib? Mendel. Bəli, Qregor Mendel ilk dəfə elmə gətirib, amma ilk dəfə tətbiq eləyən isə Kellerter olmuşdur və dedik ki, hibridləşmə başlanğıc formalarına görə fərqlənən valideynlərdən alınan valideynlərin çarpazlaşdırılması üsuludur və bu üsul nəticəsində alınan fərdi biz hibrid vəd adlandırırdıq. Hibrida sözünün tərcüməsi qarışıq deməkdir. Hibridləşmənin iki forması var. Qohum olmayan hibridləşmə və ya çarpazlaşma da deyə bilərik buna və qohum çarpazlaşma. Zaten çarpazlaşma, hibridləşmə eyni anlamdadır. Sadəcə olaraq əgər başlanğıc formalarına görə fərqli götürmüşüksə valideynləri, biz bu çarpazlaşmanı hibridləşdirmə adlandırırıq. Baxaq birinci qohum olmayan çarpazlaşma. Birinci ilə qohum çarpazlaşmaya. Qohum çarpazlaşma nədir? Qohum çarpazlaşma bu bitkilərdə öz-özünə tozlanma, heyvanlarda isə inbreeding əlamətlərinin möhkəmləndirilməsi məqsədi ilə aparılan saf xətlərin yaradılmasıdır. Deməli, bitkilərin öz-özünə tozlanması qohum çarpazlaşdırmadır. Heyvanlarda inbreeding. Nə deməkdir inbreeding? Həmişə bax bu ulduz ki qoyulub üstünə, bilin ki onun arxada lüğətdə tərcüməsi var dərsliyin arxasında. Mütləq ona da baxın. Məsələn, mənim özümün test bankımızda belə bir sualım var. İçəri, üstəgəl becərmə nəticəsində alınmışdır. In içəri, breeding becərmə deməkdir. Deməli, inbreeding nəticəsində alınmışdır. Elə bir sualdır da, qoy yadınıza salın. Yəqin ki, işləmişsiniz o testləri. Bəlkə xanım orada nəsil ağacı şəklində vermişdiniz. Hə, nəsil ağacı şəklində. Onu göstərim, qoy hamıya ola bilər ki, sonradan bir sıra kursların suallarının içərisində gördüm o sualı. Bəli. Ona görə yəni qoy deyim qarşınıza çıxa bilər. Yəni mənim test bankımda olan sualdır. Bizim daha doğrusu test bankımızda olan sualdır. Deməli, bax belə bir şəkildir və burada da başqa bir nəsildir.
Artıq siz genetikadan bu işarələrin mənasını bilirsiniz. Ona görə də bunun da 3 övladı var. Yəni bir də izaha ehtiyac duymuram bunu. Yəni bilirsiniz artıq. Və bunu erkək fərd göstərim ki, bunlar arasında nikah işarəsi olsun. Bunların bir övladı və belə bir yenə nəsildir. Aha. Və bunlar nömrələnib. Nömrələnəndə məsəl üçün ta ki 1, 2, 3, 4, 5, 6, 7 və s. də müxtəlif cür. Və məsələn deyir ki, bunlardan hansı içəri dırnaq arasında, içəri üstəgəl becərmə nəticəsində yaranır. Yəni soruşur ki, hansı inbreeding nəticəsində yaranır. Deməli biz bilməliyik inbreeding nədir. Inbreeding bala və valideynlər arasında aparılan çarpazlaşmadır. Və yaxud eyni valideynin övladlarının arasında, yəni bacı və ya qardaşlar arasında aparılan çarpazlaşmadır. Deməli indi burada hansı, mən bunu niyə iki nəfər olsun da heyvandır, nə olacaq ki? Bundan da çarpazlaşa bilər bundan da. Nəysə, ola bilər. Yəni indi bunlardan hansı inbreeding nəticəsində alınan fərddir müəllimlər? 6. 6, bəli, doğrudur. Təşəkkür edirəm Nailə müəllimə. Bəli, 6 nömrəli fərd bu eyni valideynin, bax bu valideyndən, bu valideynin 3 balası var və bu balalardan erkək fərd, dişi fərdlə, yəni bacı qardaş deyək də bunlara, bacı qardaş arasında o gedən çarpazlaşma nəticəsində yaranıb bu 6 nömrəli fərd. Ona görə biz ona deyirik ki, o inbreeding nəticəsində yaranmışdır. Doğru. Hə, deməli bunu da bildik. Inbreeding nəticəsində yaranan fərdlər və bitkilərdə öz-özünə tozlanma nəticəsində yaranan fərdlər qohum çarpazlaşmaya aiddir. Qohum çarpazlaşma nəticəsində saf xəttlər yaranır. Bir də saf xəttlər bilirik ki, bunlar əgər bir bitki öz-özünə tozlanırsa, deməli o homozigotlu vəziyyətdə olacaq. Həmçində inbreeding nəticəsində heyvanlar arasında çarpazlaşdırma gedəndə inbreeding nəticəsində homozigotluq artacaq və homozigotlar biz onları saf xətt adlandırırıq. Məsələn, kiçiyə genotipi bu saf xəttdir və yaxud böyük bir genotipi bu saf xəttdir. Yəni nəsildə parçalama vermir də bunlar. Və bu saf xəttlər daha çox burada hər hansı bir əlaməti möhkəmləndirmək istəyiriksə bunu aparırıq biz. Yəni hər hansı bir əlamət bitkidə xoşumuza gəlir, biz onu öz-özünə tozlanma nəticəsində həmin əlaməti alırıq və yaxud heyvanlarda həmçinin inbreeding yolu ilə bu əlaməti möhkəmləndirmək istədiyimiz əlaməti alırıq. Amma bunun belə deyək də yan təsirləri də var. Məsələn, bayaq dediyimiz kimi mutasiyaların çoxusu resessivdir. Və resessiv olduğuna görə onlar homozigot vəziyyətdə üzə çıxırlar. Və üzə çıxırlarsa, deməli bu axı həmin canlının zərəri nədir? Biz buna depressiya deyirik. Mənfi təzahürlərin üzə çıxmasına, öz-özünə tozlanma nəticəsində və yaxud inbreeding nəticəsində mənfi təzahürlərin üzə çıxmasını biz depressiya adlandırırıq. İndi biz axı bunu aradan qaldırmalıyıq. Bu gedib nəslin cırlaşmasına səbəb olacaq. Əlaməti möhkəmləndirdik. Lap əla, lap qəşəng. Amma bir də bu hər dəfə bunu belə eləsək, nəsil cırmalaşmasına gətirib çıxardacaq. Bu zaman nə edirlər? Bu zaman xəttlər arası hibridləşmədən istifadə edirlər. Yəni bu bir saf xəttdir. Burada bir də belə bir saf xətt almışıq. Bu iki saf xətti nə edirik? Çarpazlaşdırırıq. Nəticədə hibrid alırıq. Bax bu hibrid 100% heterozigotdur və biz bunu heterozis effekti adlandırırıq. Və F1 nəslində əmələ gələn bu 100% heterozis baş verdi və əmələ gələn həmin o hibrid ətraf mühit amillərinə daha dözümlü olur. Bunu bayaq da qeyd elədik. Heterozigotlar ətraf mühitə daha dözümlüdür, daha yaxşı uyğunlaşırlar. Lakin sonrakı nəsillərdə hər dəfə heterozis effekti azala gedəcək. Məsələn, mən bu F1 nəslindən alınan hibridi öz aralarında çarpazlaşdırıram. Nə əmələ gəlir? Görürsüz?
Nə Bəli, baş, nə 100%-in baş? 50%. Bəli, 50%-ə düşdü. Hər növbəti nəsildə 50% azalmanı biz müşahidə eləyəcəyik. Deməli, 100% heteroziz effektini yalnız nə zaman alırıq? Yalnız F1 nəslində alırıq və bu da daha yüksək məhsuldar və mühit amillərinə qarşı daha dözümlü bir fərd olacaq. Bu da aydındır, ümid eləyirəm. Bura qədər sualınız yoxdur, müəllimlər? Yoxdursa davam eləyək. Deməli, biz hibridləşmənin bir yolundan, bir növündən danışdıq. Bu qohum çarpazlaşdırma idi. İkinci bir növü isə qohum olmayan çarpazlaşmadır. Qohum olmayan çarpazlaşmanın özünü də burada klasteri biraz da şaxələndirək. İki forması var. Var növ daxili, növ daxili qohum olmayan çarpazlaşdırma. Bir də var növlər arası qohum olmayan çarpazlaşdırma. Deməli, növdaxili qohum olmayan çarpazlaşdırma, bunu da nə öz-özünə tozlanma, inbreeding deyil ha. Düzdür, öz-özünə tozlanma da növün daxilində gedir. Amma o həm də eyni fərdin daxilində gedir. Və yaxud inbreeding, bu da növ daxilidir. Başqa növlə başqa növ deyil ki. Amma görürsünüz, eyni nəslin fərdləri arasındadır. Ana balalar, ata balalar və yaxud bacı qardaşlar arasındadır. Amma bu qohum olmayan növdaxili çarpazlaşmada isə biz burada eyni növün fərdləridir, amma fərqli sort və ya cinslərdir. Və ona görə də növdaxili çarpazlaşma nəticəsində yaranan fərdlər bunlar döllü olacaq. Niyə döllü olacaq? Çünki növün tərifində biz nə deyirik? Deyirik ki, müəyyən arealda yaşamağa uyğunlaşan, morfoloji cəhətdən, fizioloji cəhətdən, biokimyəvi cəhətdən oxşar olan və ən əsas sərbəst çarpazlaşaraq döllü nəsil verən fərdlərin cəmidir növ. Düzdür, istisnaları var. Bunu təkamüldə keçəcəyik. Hər bir kriterinin özünün istisnası var. Amma olsun, ümumi istisnalar heç vaxt ümumi qanun uyğunluğu pozmur deyirik. Burada növ daxilində baş verdiyinə görə sadəcə olaraq eyni növün, məsələn tutaq ki, ətlik inəklə südlük öküzü çarpazlaşdırıblar. Baxın, eyni növdür. Eyni növdür, qaramaldır. Amma ayrı-ayrı cinslərdir. Biri ətlik cinsdir, dişisinə inək deyirik, erkəyinə öküz deyirik də. O biri südlükdür. İnək südlükdür, öküz də ətlik cinsdir. Mən onları çarpazlaşdıranda aldığım hibrid, o növdaxili hibridləşmə və yaxud qohum olmayan növdaxili çarpazlaşma nəticəsində alınan fərddir deyəcəyik və ona aid də dərsliyimizdə Kalmık Jersey qaramal cinsi, qoy göstərim, burada adlarını verir, bunları da yadınızda saxlayın. Kalmık Jersey qaramal cinsi, Berkshire Askania donuz cinsi, Askania rambulyesi, Merinos qoyun cinsi. Bunlar deməli növ daxili qohum olmayan çarpazlaşma nəticəsində alınmışdır. Yəni, baxın, növdaxili saf xətlər, əvvəlcə bayaq dediyim kimi, saf xət alıblar inbreeding nəticəsində. Sonra o mənfi təzahürləri, depressiyaları aradan qaldırmaq üçün həmin o xətlərin arasında hibridləşdirmə aparıblar. Və gördüyümüz kimi eyni növ daxilində getdiyinə görə biz onu növdaxili qohum olmayan çarpazlaşdırma aparırıq. Kimlər aid oldu bura? Kalmık Jersey qaramal cinsi, Berkshire Askania donuz cinsi və Askania rambulyesi qoyun cinsi və Ivanov tərəfindən alınıb. İndi bu seleksionerlərin adı ilə də tanış olacaq bu hər ikisi. Merinos zərif yunlu qoyun cinsidir, alınmışdır deyəcəyik. Bir də baxaq növlər arası uzaq hibridləşməyə. Bununla işimiz çox olacaq bizim. Çünki bundan məsələ həllərimiz də çox olacaq. Növlər arası olduğuna görə bu müxtəlif cinslər və sortlar, o cümlədən deyir, müxtəlif növlər arasında aparılır. Həmin o müxtəlif növlər arasında aparılan məhz budur və biz onu müxtəlif növlər arasında aparılırsa uzaq hibridləşmə adlandıracağıq. Uzaq hibridləşmə nəticəsində əmələ gələn cinslər və ya sortlar
dölsüz olacaq. Niyə dölsüz olacaq? İndi bu barədə irəli dərslərimizdə də danışacağıq. Qoy elə gələk həmin hissəyə. Bunlara baxa-baxa keçək. Baxın, burada ərəb atı, Qarabağ atı, Vladimir atı, bayaq Orlov Löhrəm atının alınmasından danışdıq. 6-cı sinifdə dərsliyimizdə Qazax dilivoz atlarının adı keçir. Onda qoy bura əlavə eləyək. Bunların hamısında əcdadı dedik nədir? Vəhşi tarpanlar və ya Prjivalsk atları olmuşdur. Bu da Qarabağ atlarının misilsizliyindən burada danışılır və burada deməli saf xətlərin alınmasından görürsüz, burada da qeyd eləyir. Bayaq dedik bunların hamısını. Kütləvi seçmə çarpaz tozlanan bitkilərə tətbiq olunur. Heterozigot genotipli fərdlər alınıq dedik və dedik ki, heterozigot fərdlərdə mutasiyaların toplanma ehtimalı daha çoxdur, amma üzə çıxma ehtimalı isə azalır bitkilərdə. Bunların haqqında hamısında danışdıq və sonra dedik saf xətlər, homozigot genotipli fərdlərin sayı artır fərdi seçmədə. Biz bunu heyvanlara, bir də öz-özünə tozlanan bitkilərə tətbiq olunduğunu dedik. Yəni üzərindən keçirəm yaddaş olsun deyə. Bu zaman dedik ki, saf xətlər alındı və heyvanlarda saf xətləri almaq üçün yaxın qohum çarpazlaşmasından, yəni inbreedingdən istifadə etdik. Valideyn balalar və eyni valideynin balaları arasında apardıq və saf xətlərin çarpazlaşdırma yüksək məhsuldar, mühit amillərinə qarşı dözümlü fərdlərin alınması ilə nəticələnir və amma deyir hibridlərdə göstərilən əlamətlər nəsildən nəslə zəifləyir. Yəni saf xətlər arası çarpazlaşmanı biz dedik ki, yalnız F1 nəslində 100% heteroziz effekti aldıq. Çəkib göstərdim də bunu sizə və sonradan da özünüz də gördünüz ki, çarpazlaşma zamanı 50%-ə indi. Ona görə deyir ki, nəsildən nəslə keçdikcə bu əlamət azalır. Və dedik ki, homozigot fərdlərdə, yəni öz-özünə tozlanan bitkilərdə, fərdi seçmənin tətbiq olunduğu bitkilərdə mutasiyaların üzə çıxma ehtimalı artır. Nəyə görə artır? Onu da izah elədik. Çünki dedik ki, mutasiyaların əksəriyyəti resessiv oldu və onlar resessiv olduğuna görə təzahür eləyəcək kiçik A formasında. Bu da təbii seçmə nəticəsində letalda axı mutasiyaların əksəriyyəti məhv olur. Və təbii seçmə nəticəsində çıxdaş olunur. Ona görə də onların üzə çıxma ehtimalı çox, amma nəsildə toplanma ehtimalı isə az oldu. Bu barədə artıq danışdıq. İndi gələk, baxın, indi digərlərinin də adlarını keçəcəyik, amma növlər arası hibridləşmənin belə ən məşhur misalı məhz turp və kələm hibridinin üzərindədir. Təbii ki, dərsliyimizdə müxtəlif burada bitkilərin də adlarını göstərir. Məsələn, buğdayla çovdarın hibridi, tritikale, triticum. Buğda, sekali, çovdar deməkdir. Və yaxud da turp kələmdən danışacaq. Buğdayla ayrı qutu, çoxillik buğda sortu alıblar və bunu sitsin. Bu da dərsliyimizin hansısa bir küncündə yazılıbdır. Ona görə də yadınıza salıram. Sitsin alıb bunu. Buğdayla ayrı qutundan çoxillik buğdanın alınmasına həyata keçirən seleksioner alim sitsin olmuşdur. Həmçinin də heyvanlarda buna misal olaraq bir güvənli dəvə ilə iki güvənli dəvənin çarpazlaşması nəticəsində müxtəlif ədəbiyyatlarda şəklini də görərsiniz. Məsələn, dəvənin bir güvənlisi belə olur, belində iki güvəni olan belə olur. Amma hibridində isə belə olur. Bax, belə. Belə bir hibrid alırlar. Bu növlər arası hibridləşməyə misaldır. Yəni uzaq hibridləşməyə misaldır. Həmçinin merinosla arxarın hibridi, merinos dedik zərif yunlu dağ qoyunudur, arxar isə vəhşi qoyundur və arxaro merinos hibrid alınmışdır. Həmçinin at və eşşəyin hibridi qatır. Siz bilirsiniz ki, mən həmişə yeni dərsliklərə də istinad eləyirəm dərslərimdə. Yeni 7-ci sinif dərsliyində deməli, qatırın alınması göstərilmişdir. Yəni, at burada dişi fərd olaraq, atın deyir madyanından, eşşəyin isə demək, erkək fərdindən istifadə olunaraq alınır qatır və bədən quruluşuna görə ata bənzəyir. Başının quruluşuna, qulaqlarının, gözlərinin quruluşuna görə isə eşşəyə bənzəyir bu qatır. Həmçinin yak və iri buynuzlu qara malın hibridi qaytaqdır. Qaytaq da dişilər döllü olur. Bax, bu da elə bayaq dediyimiz kriterinin pozulmasıdır. Fizioloji kriterinin pozulmasına bir nümunədir. Ağ balıqla cökənin hibridi, bu da bester adlanır. Sonra dərsliyimizdə yenəsə hansısa bir küncündə yatır, ona görə də onu da deyək. Deməli, sazanla karpı
Kirpiçnikov çarpazlaşdırıb və ropşikar balıq cinsini almışdır. Və yaxud belə suallar da qarşınıza çıxa bilər. Məsələn, onurğalıların neçə sinifinə seleksiya işləri tətbiq olunmuşdur və yaxud əhilləşdirilmiş nümayəndələri vardır. Əhilləşdirilmiş nümayəndələri biz götürürük hansılara ki, seleksiya işi tətbiq olunubdur. Məsələn, biz orada götürəcəyik sümüklü balıqları, çünki seleksiya işləri onlara tətbiq olunubdur. Həmçinin də quşlarda, çünki toyuq cinsləri falan və həmçinin də məməlilərdə elə qaramal cinslərini, alt cinslərini yadımıza salmaq kifayətdir. Yəni, onurğalıların 3 sinifinə, məsələn, mən qığırdaqlı balığı götürə bilmərəm. Çünki ona seleksiya işləri onlara tətbiq olunmuyor. Suda qurda yaşayanı, sürünəni götürə bilmərəm. Çünki onlara seleksiya işləri tətbiq olunmuyor. Yəni, əhilləşdirilmə tətbiq olunan onurğalı heyvanlar neçə sinifin tətbiq olunub deyirsə, siz məhz seleksiya işləri görünənləri, sümüklü balıqları, quşları və məməliləri götürə bilərsiniz. Həmçinin də, məsələn, ola bilər ki, onurğalıların da deyər, bura əlavə, onurğasızların, üzr istəyirəm, əlavə eləyər. Və yaxud heç onurğalı, onurğasız deməz, ümumi deyər. Bu yenə də biləsiniz ki, onurğasızlardan arılara, bir də ipək qurduna seleksiya işləri tətbiq olunmuşdur. Yəni, onların əhilləşdirilmiş bal arılarının və ipək qurdunun əhilləşdirilmiş nümayəndələri vardır və hər ikisi də həm arılar, həm də deməli tut ipək qurdu buğumayaqlılar tipinin həşəratlar sinifinə aiddir. Yəni, tip olaraq iki tipdə biz əhilləşdirməni görürük. Sinif olaraq isə 3 onurğalıların, 1 onurğasızların sinifində görürük. Yox, əgər indi sizdən dəstəni də istəsə, bu da artıq zoologiyaya inteqrasiya olunmuş sual olacaq. Məsələn, arıları götürürük zar qanadlılar və ya pərdə qanadlılar dəstəsinə, ipək qurdunu da götürürük kəpənəklər və ya pulcuq qanadlılar dəstəsinə. Yəni, bu şəkildə suallar da qarşınıza çıxa bilər. İndi gəlin, baxaq. Deməli, biz uzaq hibridləşmədən danışdıq, düzdürmü? Uzaq hibridləşmə nə oldu? Növlər arası hibridləşməni adlandırdıq və əgər bu müxtəlif növlərin arasında aparılırsa, deməli, bunlarda dövsüzlük meydana çıxacaq. Çünki biz dedik ki, eyni növün fərdləri sərbəst çarpazlaşaraq döllü nəsil verirlər. Bəs müxtəlif növün fərdləri niyə dövsüz olurlar? Məsələn, mən turpla kələmi çarpazlaşdırsam, ki bunu Karpichenko artıq eləyibdir. Bu bitki əmələ gələrmi? Yeni bitki əmələ gələrmi? Əmələ gələr. Çiçək açarmı? Çiçək açar. Nəsil verərmi? Nəsil verməz. Niyə verməz? Çünki gametogenez prosesi pozulacaq. Meyoz prosesi pozulacaq. Biz bilirik ki, meyozun getməsi üçün siz artıq ontogenezi də bitirmişik də sizinlə müəllimlər. Ona görə bunları artıq bilirsiniz. Sadəcə olaraq yaddaş üçün deyirəm. Bilirik ki, anafaza, ümumiyyətlə, meyoz prosesinin getməsi üçün birinci ilk növbədə profaza 1-də konjugasiya prosesi getməlidir. Yəni, homoloji xromosomlar cüt-cüt bir-birinə sarılırlar, bir-birlərini tanıyırlar. Tetrat deyirik bunlara yadınızdadırsa. Və bu proses getmədən heç vaxt meyoz prosesi davam eləməyəcəkdir. Gamət əmələ gəlməyəcəkdir. Və bunun üçün də homoloji xromosomlar arasında deyirik, gedir bu proses. Deməli, burada homoloji xromosom cütləri olmalıdır. Lakin müxtəlif növlər çarpazlaşdırıldıqda bu cür homoloji xromosomlar olmur. Məsələn, bayaq qatırdan danışdıq. Tutaq ki, qatır yarı xromosomlarını alıb atdan, yarı xromosomlarını da alıb eşşəkdən, yəni anasından və atasından. Və bunların axı atla eşşəyin xromosomları homoloji cüt əmələ gətirmir. Bunlar konjugasiyaya girə bilməyəcəklər və nəticədə meyoz prosesi pozulacaq. Konjugasiya getmədən meyoz prosesi başlaya bilməz. Yəni, o proses getməyəcək, sona çata bilməz. Və ona görə də deyirik ki, bu fərdlər dövsüz olur. Lakin ilk dəfə Karpichenko bitkilərdə həmin bu dövsüzlüyü aradan qaldırmaq üçün bir üsul tətbiq elədi. Əslində üsullar çoxdur müəllimlər. Sadəcə olaraq dərslik səviyyəsində bizə dərsliklərdə verilən məhz bu üsuldur. Karpichenko üsuludur. Ona görə də biz bu üsuldan danışacağıq. Baxın, burada da görürsünüz, turp və kələmin hibridini göstərir. Aşağı hissəsi kələmə oxşuyur, yuxarı hissəsi turpa oxşuyur.
belə bir hibriddir. Baxın indi bunu necə eləyib? Bunlar arasında deməli bunları da dölsüzlüyü necə aradan qaldırıb? Deməli, turpun da xromosom dəsti 18-ə bərabərdir. 2 diploid dəsti 18-ə bərabərdir. Kələmin də diploid xromosom dəsti 18-ə bərabərdir. Hər ikisi xaççiçəklilər fəsiləsinə aiddir və hər ikisi də buynuz meyvədir. Gametlər haploid olur, meyoz nəticəsində yaranır və haploid olur. Deməli, 9-a enəcək haploid xromosom dəsti. Gametləri 9 xromosomlu olacaqdır. Və deməli, mayalanma nəticəsində 9 turpdan, 9 da kələmdən diploid xromosom dəstinə malik olan, yəni 2N18 olan bir fərd, hibrid əmələ gələcək. Lakin bu hibrid dölsüz olacaq. Çünki bax 18 dənə xromosomun 9-u turpdan gəlib, 9-u kələmdən gəlib. Deməli, onlar bir-birini tanımayacaqlar. Yəni onlar arasında konjugasiya prosesi getməyəcəklər. Konjugasyon birləşmə deməkdir. Onlar bir-birinə sarınırlar ki, bir-birlərini tanısınlar. Görsünlər eyni növə mi məxsusdular? Yox, tanımırlar. Deməli, onlar arasında konjugasiya prosesi getməyəcək. Nəticədə qamet əmələ gəlməyəcək və əmələ gələn bu hibrid dölsüz olacaq. Yəni, çiçək də açacaq, amma dölsüz olacaq. Meyvə əmələ gətirməyəcək. Sonra neynir Karpichenko? Deməli, payız vaxtsız çiçəyi adlanan bir bitki var və bu bitkidən alkaloidlər alınır. Alkaloid zəhərli maddədir də, kolxisin zəhəri adlanır. Baxın, zəhərin adını da bura qeyd eləyibdir. Həmin bu kolxisin zəhəri anafaza mərhələsində, deməli, bitkiyə daxil edilir və anafaza mərhələsində biz bilirik ki, mitozun anafazasında bunun fərqi yoxdur, müxtəlif üsulları var. Meyozda da tətbiq oluna bilər, mitozda da. İndi tutaq ki, biz mitozdan danışırıq. Mitozun anafazasında xromatidlər neynir? Bir-birindən ayrılıb qütblərə çəkilməlidir. Yarısı getməlidir bir qütbə, yarısı getməlidir digər qütbə. Və deməli, burada kolxisin zəhərinin təsirindən bölünmə vətərləri qırılır. Bölünmə vətərləri qırılırsa, deməli, bu 18 dənə ki xromosom var. Onların xromatidləri bir-birindən ayrılıb. Olub neçə? 36. Düzdür? Amma indi kolxisin zəhəri vətərləri qırdı deyə, bu 36 dənə xromatid, artıq biz bunları tam xromosomlar hesab edirik. Çünki bir xromatidli də xromosomdur, 2 xromatidli də xromosomdur. Ayrılmış qız xromosomlarda sərbəst xromosom hesab olunur. 36 dənə xromosom, güya yarısı getməli idi bir qütbə, yarısı getməli idi o biri qütbə, ayrılmalıydılar bir-birindən, ayrıla bilmirlər. Bölünmə vətərini qırmışıq. Ona görə də 36 xromosomlu hüceyrə yaranır. Və yalnız bundan sonra 36, baxın, 2N oldu 4N. 2 dəfə artmış oldu bunun xromosom dəsti. Və ondan sonra artıq bitkilərdən tam bir bitkini almaq üçün müxtəlif hüceyrə kulturalarından da istifadə oluna bilər. Yaxud da həmin bitkiyə təzədən interfaza keçirdib qamət əmələ gətirə bilər. Yəni, müxtəlif üsullarla artıq qamət əmələ gətirəcək. Və bu qametlər artıq deməli 2N xromosom dəstinə malik olacaq. Fikir verin, döllü kələm turp hibridi 4N-dir, dölsüz 2N-dir. 2N 18 idi, 4N oldu 36. Və bu 4N36 olan xromosom dəstinə malik olan hibrid, yəni Karpichenko metodu tətbiq olunmuş hibrid artıq döllüdür. Çünki o qamət əmələ gətirə bilir. Qamətləri, cütü var da bunun. Bu 36-nın içində 18 dənəsi turpa aiddir, 18 dənəsi kələmə aiddir. Yəni, onlar özlərinə konjugasiya eləmək üçün cüt yaradıblar artıq. Ona görə də qamət əmələ gətirmə prosesi baş verəcək və nəticədə o döllü olacaq. Və buna aid davam eləməmişdən öncə gəlin bir neçə dənə məsələ nümunəsinə baxaq. Elə mən keçən dəfə məsələ paylaşmışdım qrupda. Siz də sağ olasınız. Asil müəllimə çox qəşəng izahını vermişdi. Digər müəllimlər adlarını unutmuşamsa üzrlü saysınlar.
Yəni izahını, düzgün həllini yazanlar olmuşdu. Təşəkkür edirəm hər birinizə. Elə o məsələnin üzərindən gəlin bir dənə nümunəyə baxaq. Sonra siz üçün həm də digər məsələlər də seçmişəm elə. Növbələrini qeyd eləmişəm. Bir neçəsinə baxaraq sonra davam edərik. Bura qədər müəllimlər sualınız yoxdur ki? Mən danışıb gedirəm. Bəlkə sualınız var, bəlkə nəsə aydın deyil. Buyura bilərsiniz. Aha. Gəlin belə eləyək onda. Sualınız yoxdursa, mən onu yükləməmişəm. Atıram qrupa, hamınız qrupda varsınız, onsuz da o digər qrup. Aha, atdım qrupa. Siz indi onu görəcəksiniz, çatacaq indi. Aha, çat. Deməli, sual belədir. Bir cədvəl verilib, cədvəldir. Burada birinci bitkinin yarpaq hüceyrəsinin metafaza mərhələsində, birinci bitkinin yarpaq hüceyrəsinin metafaza mərhələsində xromosom sayı göstərilir, 24-dür. İkinci bitkinin qametində xromosom sayını X-la işarə edibdir. Və hibridin deyir, hibrid də nədir? Deməli, dölsüzlüyü Karpechenko metodu ilə aradan qaldırılan tetraploid bitkidir bu hibrid. Bu hibridin əmələ gəlməsində iştirak edən birinci bitkinin metafaza mərhələsində xromosom sayı 2-dir. Həmin o hibridin, yəni artıq Karpechenko tətbiq olunmuş hibridin öz-özünə pozlandıqda endosperm hüceyrəsinin mitozun anafaza mərhələsində xromosom sayı 168-dir və deyir ki, ikinci bitkinin qametində xromosom sayını tap, yəni X-i tap deyir. Demək, bu məsələdə bitkinin birinin diploid xromosom dəstini bilirik. Nədən diploid olduğunu dedim? Çünki metafaza, mitozumun metafazasında qeyd edilir. Mitozun metafazasında da yarpaq hüceyrəsi dediyi üçün bilirik də bu mitoz. Metafazada da parametr nədir müəllimlər? 2n, 4c-dir. Yəni bunun 2n-idir bu 24. Deməli, tetraploid bitki birindən 2n gəlir, 24. Digəri bitkidən də 2n gəlir. Amma o nə qədərdir bilmirəm. Ona elə 2n kimi işarə eləyirəm. Bu bizim 4n tetraploid bitkimizdir. Və bu bitki, bax bu tetraploid bitki öz-özünə tozlanıb və öz-özünə, çünki bax belə yazıb, hibrid öz-özünə tozlandıqda endosperm hüceyrəsi. Endosperm müəllimlər öz-özünə tozlanan bitkidə ontogenezdə keçmişik, iki qat mayalanmada keçmişik. Öz-özünə tozlanan bitkidə endosperm nəyə bərabərdir müəllimlər? Bitkinin özü üstəgəl yarısı, düzdürmü? Bu bitkinin özüdür. Aha, bəli, 3n. İndi burada 3n olmayacaq. Bəli, diploiddə 3n-dir. 4-ə üstəgəl 2n, 6n. Bəli, 2n olacaq 6n. Deməli, bu özüdür. Yarısı nədir müəllimlər? 12 plus n. Düzdür? Deməli, bunun endospermi 6n. Və bu tetraploididir, müəllimlər. 4n-idir. Düzdürmü? Bu da onun yarısıdır. Yəni 2n-idir. Deməli, heksaploid olur da endospermi. 6n olur. Yəni, bu tənliyi kimi hesablasaq, 36 plus 3n olur. Düzdür? Düz yazdım, müəllimlər. Bəli. İndi. Və bir də bunu deyir, endosperm hüceyrəsinin mitozun anafaza mərhələsində. Müəllimlər, anafaza mərhələsində xromosom sayı nə edirdi? 2 dəfə artırdı. Deməli, mən bu 36 plus 3n-i 2 dəfə artırmalıyam. 2-ni 36 plus 3n-ə vursam neçə eləyər müəllimlər? 72 plus 6n. Aha, 72 plus 6n, düzdürmü? Aha. Və deyir ki, baxın neçəyə bərabərdir deyir bu? 168-ə. Onda gəlin tənlik kimi yazaq. 72 plus 6n bərabərdir 168-ə. Düzdür? Tənliyi həll edək. Buradan 6n nəyə bərabərdir? 168-dən 72 çıxanda neçə eləyir müəllimlər? 96 eləyir.
Bəli, 96 eləyir. O zaman 6n 96-dırsa n də bərabərdir 96 böl 6-ya. 16. 16. Bəli. 16. Mən n-lə, bax bu n-lə nəyi işarə eləmişəm? İkinci bitkini, düzdürmü? İkinci bitkini bilmirdim də, düzdür? Onu Bəli. n-lə işarə eləmişdim. Məndən də ikinci bitkinin qametini. Deməli, mənim aldığım elə n-dir də, o ikinci bitkinin qametidir. Diploidin qameti haploid olar da, n olar. Deməli, elə x-i Bəli. tapmışdım. 16-dır. Yəni, istəsəz yerinə qoyub da hesablaya bilərik. Gəlin lap yoxlayaq. Məsələn, diploid bitkinin biri 24-dür, o biri 24, bu da 16-nın 2 qatı neçə eləyir? 32. Düzdür? Neçə elədi tetraploidimiz? 56. Düzdürmü? 56-dırsa, bir də bunun endosperm tapmaq istəyirəmsə, bu tetraploidin üstünə özü bir də yarısı demişik. 56-nın yarısı neçə eləyir? 28. 28. Aha, toplayaq. Neçə elədi? 83. 83 yoxsa 84? 84. Bəli. 84. Aha. Bir də mitozun Hocam, anafazı endosperm. Hə, buyurun. 74 deyəsən, yoxsa 84, hə, bəli, 84. 84. Düz hesablamamışam. Bəli, 84. Düz eləmişəm. Hə, düzdür. 84. Hə, indi bir də bunu axı mitozun anafazasında 168 vermişdi. Mitozun anafazasında olanda 2 dəfə artır da xromosom dəsti. Deməli 2-yə vursam neçə eləyər? 168 elədi. Deməli düz tapmışıq cavab. Yəni əgər tapdığınız cavabın əminliyini istəyirsinizsə yoxlamaq, bu şəkildə geri dönüş eləyin. Yəni bu rəqəmi tapırsınızsa yerinə qoyanda deməli Bəli. Sonda doğru yenə gəldi. yoxlamaq lazımdır. Bəli. Hə, bəli. Çünki bunlar bəzən qarışıq məsələlər olur. Gəlin istəyirsiniz bir neçə dənə də məsələyə baxaq. Ondan sonra davam eləyək. Çünki biz hələ Miçurinin işlərindən və dünya çapında olan alimlərimizin işlərindən danışmamışıq. Bura qədər müəllimlər, kiminsə sualı varsa buyurun. Aydındır Aydındır hər ki, şey. Tamam, o Bəli. zaman deməli qeyd eləmişdim nömrələrini. Gəlin bir iki dənə dimdən baxaq, sadədən mürəkkəbə gedək də. Deyəsən mən mürəkkəbdən başladım, hə? Eyb yoxdur, olsun mürəkkəbdən. Bu mürəkkəb oldu, indi sadəsini deyəcəyik. Bir iki dənəsini siz izah eləyin. Sonra əmin olaq ki, hamımız bilirik. Davam edək. Müəllimlər, bu dimdən 141-ci səhifəni açın. 91-ci sualdır. Deyir ki, gölsüzlüyü kimin əlinin altındadırsa açsın zəhmət olunsa baxsın, yəni yükləməmişəm bura. Gölsüzlüyü Karpichenko metodu ilə aradan qaldırılan növlər arası hibridin tetraploid dəsti 44-dür. Tetraploidi necə qeyd edirik müəllimlər? Deyin. 4-in. Düzdür? Aha, deməli bunun 4 eni oldu 44. Sonra deyir ki, bu hibridi əmələ gətirən orqanizmlərdən birinin diploid xromosom sayı 24-dür. Deməli, bu 44-dürsə, bunu 2 bitki əmələ gətirib, 2 diploid bitki. Bunun birinin diploidi müəllimlər 24-dürsə, onda o biri də diploiddir də, ona nə qalır müəllimlər? 20. 20-si də ona qaldı. Bunu tez oxuya-oxuya qeyd eləyin. Vaxt etkisi olmasın axırına gedib çıxınca. Bunu qeyd elədik. Aha, sonra deyir ki, növlər arası hibridi əmələ gətirən, öz-özünə tozlanan ikinci orqanizmi biz tapdıq. Bax, budur, düzdür? Bunun endospermi hüceyrəsinin xromosom dəsti. Öz-özünə tozlanan bitkinin endospermi nədir müəllimlər? Özü, üstəgəl, yarısı. Özü 20, yarısı da 10. Nə elədi? 30. Deməli, bunun endospermi tetraploiddir və 30-a bərabərdir. Yəqin ki, aydındır müəllimlər. Sualınız varsa verə bilərsiniz. Bir dənəsinə də buradan yenə baxaq. 97-yə baxaq. Kim oxumaq istəyir? Buyursun. Bir dənə açım, oxuyuram. 97. İstəyirsiniz mən oxuyum, kimsə oxumaq istəmirsə. Səhifə 141-də 97-ni oxuyun Aysel müəllimə. Deyir, gölsüzlüyü Karpichenko metodu ilə aradan qaldırılan növlər arası hibridin xromosom sayı 28-dir. Yəni 4-eni 28-dir. Aha. Bu növlər arası hibridi əmələ gətirən bitkilərdən birinin diploid xromosom dəsti 14-dür. Deməli 2 enimiz 14-dür birin. Aha.
Digər də 14-dür də, 12. Aha, bəli, onda digərinə də 14 qalır. 28-dən tez çıxıram 14-ü. Çünki 2 ilə 2-nin birləşməsidir də 4-ün. Buna da qaldı Bəli. 14. Doğrudur. Deyir ki, bu növlərarası hibridi əmələ gətirən ikinci bitkinin mayalanmadan bilavasitə əvvəl rüşeym hissəsində olan hüceyrələrdə, yəni nüvələrdə xromosomun sayının cəmini müəyyən edin. Spermlər daxil olmayıb. Biz də Olmuyor. bilirik, Aha, Bəli. bundan gedir söhbət. Aha, biz də bilirik ki, mayalanmadan bilavasitə əvvəl deyirsə, orada 7 hüceyrə olacaq, xromosom dəstədə olacaq 8-in. aha, 8-i bəli, vuracağıq. bəli. Bir də təkrar olsun deyə, müəllimlər üçün yaddaş olsun deyə, Aysel müəllimə sadalayın. Hansı hüceyrələrdə olar? Bir dənə haploid hüceyrədir, heç vaxt mayalamada iştirak etməyən. Bəli. Sonra bir dənə mərkəzi hüceyrə, bir dənə də yumurta hüceyrə. Bunların Bəli, cəmi yumurta hüceyrə də xromosom N-dir, mərkəzi hüceyrəsi 2N-dir. Buna N-dir. görə cəm eləyir 8N. Əgər bir bitkinin 2N-i 14-dürsə, N-i neçədir? olur. 8-i də vururuq 7-yə, 8N-i də 8 vur 7 bərabərdir 56-ya. Əgər desəydi ki, spermilər də daxil olub, o zaman onda 14 onu gələrdi 100-ə. götürəcəkdi. Bəli, çünki 2 sperm iştirak eləyir 2 qat mayalanmada və onların da hər birinin xromosom dəsti N-dir. Bəli, doğrudur. Mənə elə gəlir ki, sizin dində probleminiz olmayacaq. Dini qoydum bir qırağa. Bir neçə məsələ də bu 20 topludan da baxaq, sonra keçəcəm digər kitaba. Yəni işlədikcə adlarını deyirəm ki, biləsiz də hansı kitablardan işləyirsiniz. Müəllimlər səhifələri də deməmişəm. Yəni zaten yalnız 11-ci sinifdədir seleksiya mövzusu. 11-ci sinif Bəli, bir dərsliyindən bölmədir. səhifə 68-dən bütün bölməni götürəcəksiniz və hər dəfə deməyə gərək yoxdur. Bütün test banklardan da testlərini işləyəcəksiniz. Məsələn, 20 sınaqda səhifə 63-də belə bir sual var. O səhifə 63-də 15-ci sualda deyir, uzaq hibridləşmə zamanı 12 xromosomlu spermi, qoyun yazaq. 12 xromosomlu sperminin xromosom dəsti nədir? N-dir və N-i deməli 12-dir. 7 xromosomlu yumurta hüceyrəni mayalandırıb. Yumurta hüceyrədə qameti olduğu üçün N-dir və onun da N-i 7-yə bərabərdir. Mayalanmışdır. Karpechenko metodunun tətbiqindən sonra, deməli, burada hibrid alırıq. 2N bitki neçə eləyir? 19, düzdürmü? Bir də buna Karpechenko metodu tətbiq eləyirik. Karpechenko tətbiq eləyəndə minimum 4N olmalıdır. 2 dəfə artırırıq. Neçə elədi? 38 elədimi? Aha, deməli 4N oldu 38. 4N oldu 38. Karpechenko metodunun tətbiqindən sonra deyir, alınan hibridin, indi yaxşı olardı ki, bura bir mən gördünüz öz testimdə bura öz-özünə tozlanan hibrid olduğunu qeyd eləmişdim. Yaxşı olardı ki, orada qeyd eləyərdi. Bu hibridin deyir bir yarpaq, yarpaq zaten özü nədirsə, yarpaq da odur da 4N-dir, yəni 38-dir. Bir spermi müəllimlər meyoz nəticəsində yarandığı üçün bitki özü nədirsə, ümumiyyətlə orqanizm özü nədirsə, onun tən yarısıdır. Bəli, tetraploid bitkinin spermi və ya yumurta hüceyrəsi 2N diploid olacaq. Yəni 38-in yarısı neçə eləyəcək? 19 olacaq. Və bir də deyir, endosperm, öz-özünə tozlanan bitkidə endosperm nədir? Özü üstəgəl yarısı. Yəni 38 üstəgəl 19. O da eləyəcək bu 17 bir yadda 57. Düzdür? Və bunların bizdən cəmini istəyir. Cəmi də eləyəcək. Neçə eləyəcək? 114. Bəli, 114. Bəli. Doğru cavab 114 olacaq. Bir də burada demək ki, səhifə 23-də cədvəl məsələsidir. 10-cu sualdır. 10-cu sualda bir cədvəl verib və deyir ki, Vavilova görə mədəni bitkilərin növ müxtəlifliyinin sayı x-dır. Şərqi Asiya mərkəzinin növ müxtəlifliyi y-dir. Y-i deyir müəyyən edin. Deməli, biz burada, bu da əzbərçi suallardandır. Şərqi Asiya mərkəzinin müxtəliflik mərkəzinin faizini bilməliyik. Müxtəliflik faizi neçə faiz idi, müəllimlər? 20 faiz idi. Deməli, x bütün hamısıdır, yəni o 100 faizdir. Biz 20 faizinin neçə hissə olduğunu müəyyən eləməliyik. Yəni 100-ün 20-sini tapmalıyıq da. Bu da neçə eləyir? 5də 1. 5də 1 də neçə eləyir?
0.2. Bəli, cavab olacaq 0.2x. Bəli. Yəni 100 bu x-dır. Bu y-i təyin eləyiriksə, y buradan bərabərdir 0.2x. Belə bir sualdır. Və indi bir neçə dənə də bir qədər fərqli tipdə məsələlər yenə seçmişəm sizin üçün. Bu da bu kitabdandır. Yaşar Kazımov və Gülnar Mirzəyeva. Bu da qəşəng kitabdır. Mən həmişə tövsiyə eləyirəm. Sağ olsunlar. Belə kitablar yazıblar bizim üçün. Ümumiyyətlə bütün vəsait müəlliflərinə buradan təşəkkürlərimizi göndəririk. Demək, sual belədir. Deyir ki, tetraploid bitkidə bir əlamətə görə maksimum neçə genotip var? Biz bunu müəllimlər genetikanı keçəndə artıq tapmaq qaydasını bilirik. Bir tetraploid bitkinin bir əlamətə görə neçə dənə geni olur? 4 dənə geni olur, gen üstəgəl 1 olur. Və en üstəgəl 1. Bəli, doğrudur. Bəli, allel sayı üstəgəl 1 düsturu ilə tapırdıq. Məsələn, nümunə üçün həmişə müəllimlər çaşmamaq üçün heç tutaq ki, düsturu bilmirsiniz, heç tutaq ki, belə bir sual eşitməmisiniz, amma qarşınıza birdən-birə sual. Siz diploidi ən sadəsi ilə gedin. Diploid bitki nə deməkdir? Diploid canlı nə deməkdir? Yəni bir əlamətdən bunun 2 dənə gen daşıyır. Bir əlamətə görə bu canlı 2 gen daşıyır. Məsələn, bir əlamətə görə 3 gen daşıyanda deyirik bu triploiddir. 4 gen daşıyanda deyirik bu tetraploiddir. 6-sını daşıyanda deyirik hexaploiddir və s. Məsələn, mən diploid orqanizməm. Bir əlamətə görə, tutaq ki, göz rəngim bir əlamətdir və bu əlamətə görə mən 2 gen daşıyıram. Tutaq ki, böyük A, böyük A geni daşıyıram. Düzdür? İndi bu allel sayı bir əlamətə görə 2 allelim var. Neçə genotipdə ola bilər bu? Böyük ya da ola bilər. Böyük ya kiçik ya da ola bilər. Kiçik ya kiçik ya da ola bilər. Deməli, allel sayından bir vahid artıq oldu genotip sayı. Ona görə düsturu bu şəkildə deyə bilərik. Bax, düstur da çıxartdıq. N+1 düsturu ilə genotip sayını tapa bilərik. Yəni burada diploid olduğu üçün bir əlamətin 2 alleli var. 2-nin üstə 1 gəldi, 3 genotip aldıq. İndi tetraploid deyir. Tetraploid deyirsə deməli bunun bir əlaməti 4 genlə idarə olunacaq. Məsələn, böyük. Bax, bir əlamət 4 dənə gendən idarə olunur. Bax, tetraploid olmaq bu deməkdir müəllimlər. Çünki tetraploidin xromosom dəstlərinin şəkli var da 9-cu sinif dərsliyində. Bunları artıq bilirsiniz. Sadəcə olaraq digər müəllimlər də var. Ona görə bir də xatırlatma edirəm. Yəni bax, birinci cüt xromosomdan bu şəkildə. Birinin bir dənə də oxşarı var idi. İkinci cüt xromosomdan bu şəkildə. Birinin digər bir dənə də oxşarı var idi. Homoloji cüt əmələ gətirirdilər də. Bir dənə kişilərdə deyirdik ki, sonuncu cüt, 23-cü cüt cinsiyyət xromosomları homoloji cüt yaratmırdı. Amma düzdür, homoloji sahələri var idi, amma homoloji cüt yaratmırdı. Müxtəliflik verirdi. Heterogamit adlandırırdıq belə fərdləri. İndi bu cüt-cütdürsə, deməli, bax, burada olan homoloji xromosom nə deməkdir? Yəni, eyni genlər ardıcıllığını daşıyır, eyni allel genlər yerləşir eyni lokusunda, sentromer hissəsi eyni idi, bu şəkildə yerləşirdi. Deməli, bir xromosomun bir dənə də oxşarı olduğuna görə maksimum 2 ola bilərlər, bunlar oxşar. Ona görə bir əlamət 2 gendən daşınır deyirik. Həmçinin burada da tetraploiddirsə, onda bu şəkildə olur. Yəni, bir xromosomun daha neçə oxşarı olmalıdır müəllimlər? Daha 3 oxşarı olmalıdır. Yəni tetraploid budur. Və deməli bu allel genlər bunun da üzərində, bunun da üzərində, bunun da üzərində, bunun da üzərində. Yəni eyni lokusunda eyni genlər daşınmalıdır da. Deməli bir əlamətə görə 4 alleli, 4 geni ola bilər. İndi 4 alleli varsa, deməli 4 n-in yerinə 4 yazsam, 4 üstə gəl 1 neçə eləyəcək müəllimlər? 5 eləyəcək. İstəyirsiniz gəlin yazaq, yox ya. Sadəcə olaraq siz hər dəfə yazmağınıza gərək yoxdur. Sadəcə indi siz görəsiniz deyə yazıram. Bir dənə belə olar. Bir dəfə belə olar. Üçüncü dəfə bu şəkildə yaza bilərəm. Dördüncü dəfə bu şəkildə yaza bilərəm. Beşinci dəfə bu şəkildə yaza bilərəm. Düzdür? Gördüyümüz kimi 5 genotipdə ola bilər. Müəllimlər, aydındır bu hamıya?
İndi belə bir sual verirəm. Deyir ki, tetraploid bitkinin qametində bir əlamətə görə maksimum neçə dominant gen olar? Müəllimlər, tetraploid bitkinin qametinin xromosom dəsti nə olacaq? 2. Bəli, yarısı olacaq da. Diploidin qaməti haploid deyildi. Bəli. Deməli, tetraploidin qaməti də diploiddir. Yəni onun qaməti bir əlamətə görə 2 gen daşıyacaq. Yəni, Bəli. məsələn, böyük yad da ola bilər. Böyük yad kiçik yad da ola bilər. Kiçik yad kiçik yad da ola bilər. İndi müəllimlər, Düzdür. maksimum neçə dominant gen daşıyar? 2 dənə ola bilər də 2 onda. dənə. Bəli, maksimum olanda ikisi də dominant gen. Minimum neçə dominant gen daşıyar? 0 Sıfır. olacaq. Bunu götürərəm, deyərəm 0. Dominant gen daşımır. Bəli. Bəli. Deməli, bu tip suallar da yəni qarşınıza çıxsa, mənə elə gəlir ki, heç bir probleminiz olmayacaq. Düzdürmü? Bəli, çox sağ olun. Bəli. Siz sağ olun. Davam eləyək onda müəllimlər. Müəllimlər, sualı olan varsa buyura bilər. Yoxdursa davam eləyək. Deməli, biz Karpechenko metodundan danışdıq və ona aid məsələ həlllərini tətbiq elədik. Yəni, Karpechenko poliploid formalar aldı. Xromosom dəstlərinin dəfələrlə artırılması bu poliploidiya adlanır və bu cür fərdlər poliploid fərdlər adlanır. Biz poliploidləri irsi dəyişkənliyin, deməli, mutasiyalar növündə hansı mutasiyaya aid eləmişdik müəllimlər? Genom mutasiyası. Genom mutasiyaya, yəni xromosom sayının artması və ya azalması, əgər bir vahid artar və ya azalarsa biz onu aneuploidiya adlandırmışdıq. Dəfələrlə artması və ya keçən dəfə araşdırdıq ki, hətta azalması da ola bilər, amma hər halda onu poli çox demək, poliploid deməmişdik ona. Amma hər halda ki, bu da mövcuddur. Yəni bu dəfələrlə artması nəticəsində yaranan mutasiyalar isə genom mutasiyalar poliploidiya adlanır. Poliploidlər adlanır və əksər mədəni bitkilər poliploidlərdir və dedik ki, bunu almaq üçün kolxisin zəhərindən istifadə olunur, müxtəlif sulardan istifadə olunur da indi biz kolxisini öyrəndik. Amma bu o demək deyil ki, təbii şəraitdə də poliploid formalara rast gəlinə bilmərik. Xeyr, bilərik. Keçən dəfə də dərsimizdə dedik ki, ətraf mühit şəraiti əlverişsiz olan, məsələn, dağ zirvələrində və yaxud da Arktik və Alp çəmənliklərində harda ki, əlverişsiz mühit şəraitidir, burada poliploid formalar təbii şəkildə üzə çıxacaqdır mutasiya forması olaraq. Çünki onlar poliploidlər daha dözümlü olurlar. Onlarda xromosom dəsti dəfələrlə çoxdur. Deməli, bir gen bir neçə dəfə möhkəmlənmiş olur. Hüceyrə şirəsi ilə daha zəngindirlər və ona görə də məhsuldarlıqları daha yüksək olur. Baxın, burada bayaq dediyimiz İlyas Kərim oğlu Abdullayevin də adı tut bitkisinə poliploidiliyi tətbiq etmişdir. Adı dərsliyimizdə keçir. Və bunlar haqqında artıq danışdıq. Və onu da deyək ki, yalnız poliploid formalar yalnız bitkilərdə müşahidə olunur cümləsi doğrudurmu? Xeyr, həm də Bəli, yanlışdır. Çünki əksəriyyət bitkilər ola bilər. Amma birmənalı şəkildə heyvanlarda rast gəlmirik deyə bilmərik. Düzdür, bir heyvanlarda nadir rast gəlinir, amma hər halda Astaurov bunu tut ipək qurduna tətbiq eləyə bilibsə, deməli mövcuddur və mümkündür. İndi gələk Miçurinin işlərinə. Məşhur Miçurin. Dedik ki, Miçurin gül çiçəklilər fəsiləsinə seleksiya işləri ilə məşğul olan alimdir və meyvə sortları, çoxlu meyvə sortları almışdır. Seleksiya metodlarının əhilləşdirmədən bu ilkin mərhələdir, əhilləşdirmə və ya mədənləşdirmə. Bundan sonra artıq seçmə tətbiq olunur. Süni seçmənin körtəbii və metodiki formalarından danışdıq. Hibridləşmə bu da metoddur. Hibridləşmə haqqında danışdıq. Növdaxili, növlər arası, həmçinin də deməli, qohum hibridləşdirmə, qohum çarpazlaşdırma danışdıq. İndi gələk mentor üsuluna. Mentordan öncə, burada bu mentor üsuluna aid deyil, amma yəni bunu da bilməliyik, buna aid də suallar qarşımıza çıxa bilər. Qış berisi armud sortudur və Miçurin alıb bunu süni seçmə yolu ilə. Necə alıb? Deməli, ata bitki olaraq, yəni ata xətti olaraq fransız armud sortu olan Bere Royaldan, bu cənub sortudur.
ana xətti olaraq, ana bitki olaraq isə yabanı Ussuriya cır armudundan. Bu şimal növüdür. Bunu yadınızda saxlayın. Miçurinin işlərində hansı növdür kimi test sualları qarşınıza çıxa bilər. Ussuriya cır armudu bu növdür. Yerdə qalanlar isə bizim bildiklərimiz, bunlar hamısı sort olmuşdur. Və yenə də erkək hansıdır, dişi hansıdır? Royal. Royalə qız adıdır, Royal oğlan adıdır da, düzdür? Deməli, bu Beri Royal erkək ata fərq kimi istifadə olunub, Utturiya isə dişi fərq kimi istifadə olunub. Və nəticədə qış berisi armud sortunu almışdır. Və deməli, Miçurin bu kitabın cümləsidir. Deyir ki, cənub sortunu soyuğa davam bitkilər çarpazlaşdırarkən belə qənaətə gəlib ki, hibridin əlaməti xarici mühitdən yalnız inkişafın ilk mərhələsində asılı olur. Bəzən sual verilə bilər. Məsələn, niyə hibridin əlaməti yalnız ilk mərhələdə xarici mühitdən asılı olur? Deməli, ona görə ki, sonrakı mərhələdə mühitə əlverişli olan əlamətlər dominantlıq eləyəcək. Yəni, o mühitə uyğunlaşma gedir canlılarda. Zaten uyğunlaşma canlıların mühüm xüsusiyyətlərindən biridir də. Sonrakı mərhələdə canlı bu mühitə uyğunlaşacaq deyə, məhz bu əlverişli əlamətlər sonrakı mərhələdə dominantlıq eləyəcək. Deməli, yalnız ilk mərhələdə xarici mühitdən asılı olacaq hibridin əlamətləri. Və hibriddə deyir, elə əlamətlər dominantlıq edir ki, onlar ətraf mühitdə öz inkişafı üçün əlverişli şəraitə rast gəlirlər. Bunu da bayaq dedik, çünki uyğunlaşma getdi. Hibridin inkişafının ilk dövrlərində dominant əlamətlərin idarə edilməsinin mümkün olması fikrini irəli sürdü. Yəni, bunu dönə-dönə belə altını çizir. Və mentor üsulu nədir? Bunu hibridlərin tərbiyələndirilməsi üsulu da adlandırırlar. Və bu üsulda hibriddən həm calaqaltı kimi iki formada istifadə edibdir. Bir üsulda calaqaltı kimi istifadə edib hibriddən, bir ikinci dəfə calaqüstü kimi istifadə edibdir. Və bu zaman deyir, istifadə olunan ikinci bitki soyuğa davamlı olurdu. Çarpazlaşma nəticəsində yeni alınan bitki sortunda həm məhsuldarlıq, həm də soyuğa davamlılıq əlaməti birləşirdi. Gəlin baxaq necə fərqli. Deməli, Belfler Kitayka. Bu alma sortudur və bunu mentor üsulu ilə alıbdır. Miçurin, məndə nə idi? Miçurin. Deməli, ana bitki kimi sarı belflerdən istifadə edib, ata bitki kimi kitaykadan istifadə edib. İndi yenə də ata ilə ananı qarışdırmamaq üçün mənim də bu sizə gülməli gəlməsin də, yəni istədiyiniz kimi istifadə edə bilərsiniz, amma mən belə yadımda saxlayıram. Məsələn, kitaylar, mən şəxsən kitaylara baxanda onların elə hamısını erkək fərdə oxşadıram, yəni ayıra bilmirəm. Ona görə də elə kitayların o belə ata xət kimi olduğunu belə yadımda saxlayıram, kitaykanı. Deməli, sarı belflərdə ana xət kimi istifadə olunacaq. Və deməli, bunlar ikisi də sortdur müəllimlər. Sarı belfler də sortdur, kitayka da sortdur. Yəni dediyimiz kimi yalnız növ olaraq istifadə elədiyi Ussuriya cır armudu olubdur. Qalan hamısı sortlardan istifadə eləyibdir. Deməli, cənub sortuydu kitayka, dadlıdır, şirəlidir, iridir, qəşəngdir. Kitayka isə dözümlüdür, Sibirin şaxtasına qəşəng dözür, amma ağız büzür, dadsızdır. Yəni yemək olmur, balacadır. Deməli, aldı hibridi. Amma hibridləşmə zamanı deyir, alınan bitkinin meyvələri yenə turş oldu. Bu əlaməti aradan qaldırmaq üçün hibridlərin çətirinə sarı belflerdən götürmüş qələmləri calaq elədi. Və bundan sonra artıq sarı belflerin dad əlaməti üzə çıxdı. Və deməli, sonraki mərhələdəki bu hibrid axı heterozigotdur. Əgər onu toxumla çoxaltsa, deməli, bayaq da göstərdik ki, hər sonraki nəsildə heterozis effekti azala-azala gedəcək. Yəni, əlamət itəcək. Həmin əlaməti də bu itirmək istəmir.
heterozigotluğu saxlamaq istəyir daima. Ona görə o toxumla yox, sonrakı mərhələlərdə vegetativ üsulla çoxalmadan istifadə edirdi. Və deyir ki, bu zaman bitkinin genotipini dəyişmədən sarı Belflerin əlamətlərinin fenotipcə üzə çıxmasına, yəni dominantlığa nail oldu. Və deyir ki, yalnız vegetativ üsullardan istifadə edirdi sortları çoxalmaq üçün, çünki hibridlər heterozigot idilər, toxumla çoxaldanda əlamətlər itirdi. Yəni bunların hamısını dedik. Və bir də gəlin baxaq, bu məqsədlər aydındır, yəni onun haqqında zaten danışdıq da, sadə bir şeydir. Bir də baxaq, alimlərin adı, bu da əzbərçi parametrlərdəndir. Xaçinov, yox, Xaçinovdan başlamır. Karpichenkodan başlayır. Xaçiçəklər fəsiləsi ilə məşğul olan seleksiyaçı bayaq danışdıq. Turp və kələm hibridini kim almışdı? Karpichenko almışdı və ona poliploidliyi ilk dəfə tətbiq elədi. Onun şərəfinə də üsul Karpichenko üsulu adlandırdı. Gölçiçəklərlə kim məşğul olmuşdu? Miçurin, meyvə bitkiləri ilə o məşğul oldu. Gələk taxıllara. Taxıllar, burada alimlərin adı çoxdur. Mən belə yadımda saxlayıram, belə deyirəm həmişə. Payızlıq buğda, remeslo, məsələn, payız fəslində adam istəyir o sobanın qırağında otursun, divar sobası da yansın. Sən də oturasan o sobanın qabağında, kresloda, o çırta-çırtla yanan sobaya baxasan. Yəni payızda bu çox belə qəşəng olur da. Və payızlıq buğdanı da həmin o kresloya görə oxşatmışam, qafiyələndirmişəm. Nəysə ki, bu remeslonu buradan yadımda saxlamışam. Siz də istədiyiniz kimi yadınızda saxlaya bilərsiniz. Yazlıq buğda sortu bu 2 nəfərdir. Şehurdin və Mamontova. Bayaq adını çəkdim. Buğdayla ayrıqotu hibridindən bu uzaq hibridləşmədir, yəni növlər arası hibridləşmədir. Nə almışdılar? Çox illik buğda. Kim almışdı? Dedim, haradasa, hansısa bir küncdə var. Bax, elə bu küncdəymiş. Sitsini almışdı. Bəli. Buğda sortları ilə ümumi olaraq məşğul olan Lukyanenko olub, qarğıdalı sortu ilə məşğul olan da Xaçinov olub. Bunu da belə yadımda saxlayıram. Mən həmişə bu qarğıdalı əkilən sahələrdə belə xaç formasında taxtanı vururdular, başına da kepka qoyurdular. Çuçila deyirlər də ona, pugla deyirlər, çuçila deyirlər. Azərbaycanca nə deyirlər bilmirəm. Bilən varsa desin, mənə maraqlıdır. Rus dilində pugla və ya çuçila deyirlər. Yəni ki, quşları qovmaq üçün də bundan istifadə edirdilər. Quşlar da bizdən ağıllıdır. Xaçinov, yəni o xaça görə Xaçinovu belə qarğıdalı tarlasında bəzən sualları belə qoya bilər də. Məsələn, Barbara McClintock'un gen xəritəsini aldığı bitki sortu ilə məşğul olub və yaxud taxıllar fəsiləsinin bir cinsli nümayəndələri ilə məşğul olub və yaxud onun mərkəzini də bu şəkildə soruşa bilər. Qarğıdalının mərkəzi haradır, müəllimlər? Necə yadımızda saxlamışdıq? Oliqarxlar, düzdür? Onlar da bəli, mərkəzi Amerika. Yəni bu şəkildə düşə bilər. Qarğıdalını botanika ilə inteqrasiya edib müxtəlif cür suallar qoya bilər, seleksiya ilə birləşdirərək. Mürəkkəb çiçəkliləri də belə yadımızda saxlamışıq ki, günəbaxan sortlarının yağlılığını artıran pustavoid olub. Pustoy sözü ilə yadımda saxlamışam. Pustoy rus dilində boş deməkdir. Yəni günəbaxanı da kim çırtlayır? Adam boş olanda çırtlayır da, boş adam çırtlayır. Ona görə də pustavoidu da buradan yadınızda saxlaya bilərsiniz. Yəni ən azından testdə görəndə yaddaş üçün bunları yadınıza sala bilərsiniz. İndi baxaq heyvanlarla məşğul olanlara. Arxaro merinos. Kim alıb? 3 nəfər. 3 nəfər nədir? 2 nəfər. Lusis və Butarin. Robşa karp. Kim alıb? Bayaq adını çəkdik. Sazanla karpı calaq eləmişdi. Çarpazlaşdırmışdı. Kirpiçnikov. Qut ipək qurdunun bayaqdan adını bir neçə dəfə demişik. Poliploid formalarını kim alıb? Astaurov. Və bayaq adını çəkdik. Qohum çarpazlaşmada qohum çarpazlaşmada deyirəm, üzr istəyirəm. Növlər arası çarpazlaşmada adını çəkdik. Ukrayna ağ səhra domuzu və zərif yunlu Askaniya rambulesi qoyun cinsini Ivanov almışdı. Daha doğrusu qohum olmayan çarpazlaşmada, növ daxili qohum olmayan çarpazlaşmada bəli adını çəkmişdik bunların.
Yəni növ daxilidir, amma qohum olmayan çirkləşmədə. Çünki qohum olmağı üçün biz inbreeding deyirdik də heyvanlar. Və sonra nə deyəcəm burdan sizə? Məncə hər şeyi demişəm, amma nəsə yadımdan çıxıbsa, siz yadınıza salın. 2 saatdır danışıram. Və yaxud da sualınız varsa, siz buyurun, cavablandıraq. Sualınız varmı müəllimlər? Mənim Çox yoxdur. sağ olun gözəl izaha görə müəllimə. Çox qəşəng Sağ idi, çox sağ olun. olun. Təşəkkür eləyirəm mən də sizə dinlədiyiniz üçün, sona qədər məndən qaldığınız üçün. Çox öyrədici Fayda dərs oldu. idi, mən deyə bilərəm. Çox. Təşəkkür eləyirəm, var olasınız. Çox təşəkkür eləyirəm. Faydalı oldumsa nə xoş. Allah hamımızın zehninə bərəkət versin. Xoş Çox istirahətlər. sağ olun. Allah razı olsun müəllimə. Sağ ol. Sizdən də var olasınız. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Çox sağ olun. Xeyr. Sağ olun.